Görək. Mhm. Yanvar qrupu ilə dərsdəyik artıq. Başlayaq. YouTube'dan bizi izləyən müəllimlər sizlər də salamlayıram. Başladıq dərhal. Keçən dəfə kimlər sual-cavab olunmayıb? Yanvar qrupunun müəllimlərindən. Biri açsın səsi. Keçən dəfə sual-cavab olunmayan müəllimlərdən. Mən olmamışam müəllimə keçən Gülər dəfə. müəllimə, gəlin başlayaq. Başlayın, buyurun. Yaxşı, E, Gülnar müəllimə. Sonra kim? Odunca müəllimə, sonu mən də yəni dərsdən danışandan sonra sual cavab eləyərsiniz də zəhmət olmasa. Axırda vaxtımız qalsa dörəcəm. Qalmasa belə, dərsin gedişatını başa düşsəniz belə, onsuz da orada mən digər müəllimlərə sual verdiksə siz cavablandıracaqsınız. Elə deyil. Yaxşı Aha, müəllimə. başlayaq. Buyurun. Odunca məmulatlarının mişarlanması. Hı Ümumiyyətlə, hı. mişarlama ən vacib, məsuliyyətli əməliyyatdır. Hı hı. Mişarlama əsasən oduncağın, belə deyək də, hissələri kəsilməsi prosesidir. Mişarlama yeri nəzərə alınmaqla oduncaq Aha. hissələri kəsilməsi prosesidir. Mişarlama yeri isə əsasən belə deyək də kəsmə zamanı mişarın yaratdığı yarıqdır. Hı hı. Oduncağın mişarlanması əl və elektrik mişarları ilə yerinə yetirilir. Ə, Əsasən məktəb emalatxanasında, texnologiya dərslərində isə xarat mişarından istifadə edilir. Xarat mişarı ümumiyyətlə üç hissədən ibarətdir. Dəstəkdən, zolaqdan və dişlərdən. Onun əsas hissəsi zolaqdır, hansı ki, o zolaqda kəsici dişlər də çərtilib kənar hissəsində, yəni əsas hissəsi zolaqdır. Hı hı. Daha sonra isə burada eyni zamanda mişarlama qutusundan da istifadə edilir. Oduncağın belə deyək də müxtəlif bucaqlar altında dəstgahın liflərinin əsas enli istiqamətinin mişarlanması üçün mişarlama qutusundan istifadə edilir. Mişarlama qutusunda 30, 40, 45, 60, 90 dərəcə bucaqlar altında mişarlamaq üçün mişarlama yeri olan iki tircik və təməldən ibarət olan bir qurğudur. Hı hı. Yəni biz belə deyək də işimizi daha asanlaşdırırıq. Yəni müxtəlif bucaqlar altında kəsmək üçün. Daha sonra burada təmizləmə alətləri var. Yaxşı, Mişarlamadan təmizləmə alətlərində saxlayaq. Mənə deyin görüm mişarın dişləri. Düzdürmü? Orada deməli izahda da şəkildə çəkib göndərmişdim ki, bucaqlar var idi. Eninə də hansı bucaq, digərində hansı o bucaqlar haqqında bizə məlumat. e, dişlərinin forması üç formadaydı. Lifləri eninə mişarlama üçün, lifləri eninə və uzunluğuna mişarlama. Lifləri uzunluğuna və eninə mişarlamada alfa bucağı 90 dərəcəyə bərabər idi. Aha, doğru. Daha sonra isə orada liflərin uzunluğuna mişarlanmasında isə alfa bucağı kiçik idi 90 dərəcədən Hı səhv hı. etmirəmsə. Digər Bəli. bucaq da böyük idi. Eninə olan Eninədir. isə alfa bucağı 90 dərəcədən böyük idi. Yəni o Aydın. şəkildə Bax, onu göstərmişdim. necə yadda saxlayın? Nəsə elə bilirəm ki, biraz sanki sonra çaşa bilərsiniz. Baxın, necə yadda saxlayın. Eyninə həmişə axşamınız xeyir müəllimlər, həm Zoom-da olan müəllimlərimiz, həm də YouTube-dan bizi izləyən müəllimlər bir daha salam. Onu necə yadda saxlayın? Eyninə həmişə nədəsə bax, böyük bir şeylər də xatırlanır. Məsələn, və hətta ki, yeyələrdə deyəcəyik, indi eyninə yeyələn, mislu daha qalın qat götürən. Bax, burada da mişarda yadda saxlayın. Eyninə deyən kimi 90-dan böyükdür. Dişlər arasında qalan bucaq 90-dan böyükdür. Həm en, həm uzun. Sanki onu iki xəttə bənzətmişdim. Deyirdik bu nədir? 90-a bərabərdir. Bunu da yadda saxlayandan sonra uzunluğu dəqiq biləcəyik ki, uzunluğuna da nə olacaq? 90-dan kiçik olacaq. Düzdürmü? Bəs Həm də yaxşı. demək Müəlliməm, bir əlavə də edə bilərəm, olarsa icazəniz Deyin, varsa. əlbəttə ki, əlbəttə, buyurun. Müəlliməm, baxın orada uzunluğu olan daha mailidir. Yəni Bəli, maili betonoz kimi mailidir. Ən çox maili olan uzunladır. bəli, Bucaqda bəli. oradan belə seçmək olar. Aha, doğrudur, bəli, müəllimlər, doğrudur. Hətta dişlərini orada da şəkildə də, izahda da demişdim ki, baxın bunun dişləri biraz daha çobud, daha qalın, bununki biraz belə daha nazikləşir. Oradan da tutmaq olar. Doğrudur. Bəs yaxşı, Gülər müəllimə, ən vacib hansıdır? Bir də sadəcə vacib məsuliyyətdə demişdik, bunu da keçmişik. məsuliyyətli olan nişanlığı ölçmədir. Çünki onu belə deyək də səhvi varsa yenidən silib nişanlamaq və yaxud da ölçmək olur. Ən vacib mişarlamadır. Çünki onu belə deyək, mişarladıqdan sonra geri olmur demişdiniz. Aysən, bəli, doğrudur.
Dedik ki mişarlama qutusu. Orada dedik ki pəstə hansı əlin, hansı barmağı ilə belə deyim sıxılmalıdır? Əlinin baş barmağı ilə, yəni dəstəhan sıxılır tirciyin kənar hissəsinə ki, oradakı nişanlama xətti mişarlama yerinin qarşısına düşsün. Aysa. Lifləri uzununa doğramaq üçündür. Bu doğru fikirdir, mişarlamaq üçündür. Yanlışdır, çünki liflərin enini mişarlama üçündür. Aysan, doğrudur. Bəs yaxşı deyirəm ki, xarat mişarının əsas hissəsi dəstəkdir. Bu doğru fikirdir. Zolaqdır. Aha, deyirdik ki, dişləri çərtilmiş, zolaq əsas hissə sayılır, doğrudur. Bəs yaxşı, deyirəm ki, mişarlama yeri özü bir prosesdir. Bu doğru fikirdir. Xeyr müəllimə. Bəs Yəni orada proses hissələri kəsilməsidir. Aysan. Mişarlama yeri nəzərə almalı, onun hissələri kəsilməsidir. Aysan, mişarlamanın özü bir prosesdir, doğrudur, bəli. Bəs yaxşı, birdən sizə sual verəcək ki, mişarlama qutusu nələrdən təşkil olunub, hansı hissələrdən? İki tircikdən və təməl hissədən. Doğrudur, iki tircikdən və təməldən. Hələ ki sizinlə bu qədər. Vaxtımız Müəllimə, qalsa yenə də çalışacağım dönüm. müəllimə bir sual verim. O siz dedinizə zolaq əsas hissəsi. Hı O hı. ümumilikdə yəni götürülür. Kənar hissəsində dişlər çərtilmiş zolaq, yoxsa təkcə zolaq götürülür? Demək olar ki, testlərdə bütövlükdə bəzən yazır, bəzən də tək salır. Yəni onun başqa versiyası olmur. Bir dənəsini yazacaq. Ya bütövlükdə cümləni yazacaq, ya da sadəcə nəyi yazacaq? Zolaq. Kənarında deyir ki, dişləri Çox sağ olun. çəkilmiş zolaq. Aha, siz də sağ olun. Çünki belə deyək də müəllimlər, zolaq hansı hissədir? Onun üst hissəsidir. Onun o kəsdiyimiz hissədə dişləri var da, düzdürmü? Ona görə deyir ki, kənarında. Əslində onu biraz da bütövlükdə götürürük. Kənarında dişləri çərtilmiş zolaq. Görürsünüzmü? O cümləyə fikir versəniz, əslində dişlər zolağın üstündədir. Dişlər zolaq. Hədə yəni zolaq yuxarıdadır, alt hissədə nə var? Dişlər var. Bəlkə də dişlərin üstündə zolaq belədir. Əslində o cümləyə fikir versəniz, elə bütövlükdə götürmüş sayılır. Kənarında, nə bilim, dişlər çərtilmiş zolaq. İndi testdə amma bəzən təkcə zolaq yazır, bəzən cümləni bütöv yazır. Onsuz bir dənə doğru versiya olacaqdır. Yaxşı, Gülnar müəllimə davam eləyək. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Sual cavab edirsiniz müəllimə? Yox, mövzumuz hələ birinci xırdalığa qədər gedirik. Danışın bizə təmizləmə Danışmalıyam. alətlərin. Aha. Təmizləmə. Deməli, oduncağın təmizlənmə alətləri törpü, yeyə, suvant və sumbata kağızıdır. Mhm. Törpü ilə çəkişləri olan tablandırılmış metal tircikdir. Əsasən kobud emalda istifadə olunur. Müxtəlif xətli, deməli, əyri xətli çıxıntıları, səhvləri emal etmək, emal payını çıxartmaq üçün Mhm. istifadə olunur. Yeyə müxtəlif hündürlükdə çəkişləri olan tablandırılmış metal tircikdir. Yeyədən də bərk oduncağın emalı və məmulatın təmizlənməsi üçün istifadə olunur. Mhm. Suvant xırda çəkişləri olan tablandırılmış metal tircikdir. Bu da deməli əyri xətli səthləri və deməli bir də təmizləmədə istifadə olunur. Aha, həm əyri xətli səthlərin emalıdır, həm də məmulatın Bəli. təmizləməsi doğrudur. Mhm. Bundan başqa yeyənin hissələri var idi. Yəni yeyənin deməli dəstək, üzük, daban, tircik, kərpic, uc hissə. Aha. Sonra tablandırma var idi orada. Tablandırma bir də tərtibat. Tablandırma metal deməli termiki emalın bir növü olub. Poladı böhran temperaturuna artıq qızdırmaqla, yəni qızdırma nəticəsində və sürətlə soyutmaqdan ibarət idi. Nə Burada baş verirdi? Aha. məqsəd poladın bərkliyi və möhkəmliyini artırmaqdır. 30-50 dərəcədən yuxarı qızdırılırdı. Baxın, müəllimlər, bu kimyada da var ki, hər bir metalın özünün böhran temperaturu olur. Böhran temperaturu ən aşağı temperatur nəzərdə tutulur. Burada da deyir ki, poladı böhran temperaturdan yuxarı, yüksək temperatura qədər nə edirlər? Qızdırırlar, isidirlər və birdən soyudurlar. Salam müəllimlər, salam. Və bu zamanda nə əldə olunur? Metalın demək, möhkəmliyi, bərkliyi daha da artır. Və bu poladdan da nə hazırlanır? Alətlərimiz. Hə? Məsələn, danışırıq təmizləmə alətlərindən. Nədən hazırlanır? Necə ki, çox alətlərdə deyirik ki, istifadəyə yararlı, nə bilim, alət poladından. Düzdürmü? Deməli, bunun özü bir möhkəmliyə, bərkliyə malik olmalıdır ki, biz bundan alətlər hazırlayaq. Tablandırmanı ona görə verib orada. Aha, doğru. Sonra Deməli, sumbata kağızı qaldı. Sumbata kağızı da metalı daşı, taxtanı, şüşəni və sair parıldatmaq, cilalamaq, hamarlamaq və sürtüb təmizləmək üçün üzərinə
təbəqə şəklində mineral ovuntusu səpilmiş, yəni yapışdırılmış kağız və yaxud parçadır. İki Aha. cür sumbata kağızı növü qeyd olunur. İri dənəcikli sumbata kağızı bu oduncaqdan qalan təbəqə çıxarır. Xırda dənəcikli isə ağartma emalı və parlaqlamada istifadə olunur. Parlaqlama da əşyanın səthini sürtüb ona parlaq görünüş vermək deməkdir. Doğrudur. Bəs yaxşı. Sumbata kağızı deyirik, düzdürmü? Bu özü də alətə aiddir, Bəli. alətlərə. Bəli. Sumbata kağızı alətdir, hə, Gülnar müəllimə? Yazıqlar olsun. Sumbata kağızı. Alət gedər, Evet, yoxsa tərtibat gedər? tərtibat gedir müəllimə. Əlbəttə ki. Bunun alət olası harası? Heç bu alət kimi necəsə, nə bilim, biz desək ki, yenə çəkic, nə bilim, yeyə, törpü deyərik alət. Hə? Tərtibata da bənzətmirdim, amma Aha, tərtibat deyirsiniz. bəli. Tərtibat kimi Hı -hı. götürmək olar. Hə, demək sumbata kağızı görmüsüz. Ondan deyir hə, məsələn qalın qat götürən zaman bax bu ustalar ən çox evlərdə ağartma işləri aparan zaman bəzən olur ki, o ağartma nə deyirik ona? Ağ, ağartmaya nə deyilir adi el arasında? Şpaplovka hansı idi? Şpaplovka sement kum qarışımı yox, o birisi. Yox, emulsiya yox. Bu Silka. ağartma işləri aparılır da. Tabii ki. Kaplovkadır. Var. Elə şpaplovka deyilir də ona, ağartma. Bəli, Bax, bəli. aha, bəzi hissələr hündür olur, bəzi hissələr isə biraz üzlük kimi də bəli. Ondan sonra nə edirlər? Bu sumbata kağızına da el arasında şkulka deyilir. Götürürlər onu nə edirlər? Şkulkalayırlar. Və başlayırlar nə olsun? Bütün səth düz alınsın, eyni alınsın. Yəni o müəyyən bir materialdan hazırlanıb. Üzərində deyir ki, zərrəciklər olur, iri zərrəciklər, xırda zərrəciklər olur. Bəli, hamarlayıb düz səth əldə edirlər. Yəni bunun özü alət deyil axı. Biz bunu necə bir alət kimi götürə bilərik? Hə? Onda bu müəllimə Demək, tərtibat kimi götürürük. tərtibat Biz kimi bu müəyyən bir materialdır, yəni tərtibata daha uyğundur. Demək belə. İndi Üzr gəlin sizə belə istəyirəm bir müəllimə. Tərtibatla alətin fərqi nədir? alət odur ki, nəysə hər hansısa bir işi, belə deyim də, birbaşa yerinə yetirən, hər hansısa bir məsələn işin gedişatında belə deyək, məsələn nəysə formasını dəyişir, dəyişiklik edir. Amma tərtibat odur ki, bizim işimizi yüngülləşdirsin. Necə ki, ülgüdə keçmişik, düzdürmü? Deyir ki, məsələn, ki mən 10 ədəd doğrama taxtası, doğrama lövhəsi hazırlamaq istəyirəmsə eyni ölçüdə. Elə bunun birini ölçdüm, nişanladım, neynədim? Onu qoy o taxtavın üzərinə, pəstahvın üzərinə. Bəli, tərtibat üzərinə, aha, qoy üzərinə 10 dənəsini digər, daha bir də hər dəfə nişanlayıb ölçmə, nə bilim, neynəmə. Törpü isə əlbəttə ki, bunlar törpüdür, yeyədir, suvanda alət gedir. Və birini hazırladın, o qalan 9 dənəsi bunun əsasında hazıra. Ölçüb nişanlamayı bir də vaxtın getməsin. Sənə çünki 10 dənə eyni ölçülü doğrama taxtası, doğrama lövhəsi Allah sən lazımdır gözləyin deyirik. mi orada hamamda? Dilşad müəllimə mikrofonu bağlı saxlayın. Aha, demək belə. İndi gəlin sizə belə bir sual verim. Mənə deyin görüm, dedik ki, hansı müxtəlif əyri xətli səthləri çıxarmaq, emal paylarını, çıxıntıları emal etmək. Bu hansının? Hansı Törpüyə təmizləmə? aiddir bu. Bu törpüdür. Bəs yaxşı, əli bir təmizləmə aləti götürüb, bərk oduncağın emalında, bərk oduncağın təmizlənməsi zamanı istifadə edib. Hansı təmizləmə aləti ola bilər Bu bu? yeyədir. O Yeyə. yeyədən söhbət gedəcəkdir, doğrudur. Bəs birdən deyəcək ki, nə? Sadəcə əyri xətli səthlərin emalında, birdən məmulatın təmizlənməsində. Suvan da olacaq Bu artıq. olacaq suvan. Özə demişdi ki, suvan hərəsindən birini oğurlayıb. Əyri xətli səth suvanda yazılırdı. Bəli, bəli. Müxtəlif əyri xətli səth törpüdə yazılırdı. Törpüdə Məmulatın, yazılmış. məmulatın təmizlənməsi bir suvanda var, bir də hansında? Deyin görün, məmulatın Suvan bir də təmizlənməsi. yeyədir. Sanki yeyədən oğurlayıb, bəli, hərəsindən birini oğurlayıb. Bəs birdən sizə deyəcək ki, yox, aşağıdan tez yazmayın da, bəli, müəllimlər. Aşağıdan tez yazmayın, qoy müəllim özü cavablandırsın. Tez yazırsınız. Bəlkə oradakı cavabı görüb deyəcək. Zoomda olan müəllimlərimiz aiddir. YouTube'da olan müəllimlərimiz siz oradan cavablandırın. Çünki Zoomda olan müəllimlər sizin cavablarınızı görmür. Amma Zoomda olan müəllimlərimiz xahiş edirəm, tez cavablandırmayın. Aşağıdan tez yazırsınız. Gülnar müəllimə bizə deyin görək. Hansını deyin? Mişarlama qutusu neçə dərəcə bucaq altında mişarladı? 30, 40, 45, 60, 90 dərəcə. Aha, doğrudur. Demək, bəs bizə deyin görək. Deyin görək. Əli. Bir tərtibat götürüb, onun köməyi ilə istəyir ki, oduncağı müxtəlif bir
bucaq altında mişarlasın, doğrasın. Müəyyən bir bucaq altında. Amma demək, həmin tərtibatı götürüb dediyim kimi istəyir ki, müəyyən bir bucaq altında Hı hı. doğrasın. Lakin işin sonunda görür ki, oduncağı sadə formada kəsib. Sadəcə sadə formalı kəsimlər edib. Heç bir bucaq alınmayıb. Harda yanlışlığa yol vermiş ola bilər? Heç kim cavabı aşağıdan yazmasın. Zoomda olan müəllimlərə aiddir. Deməli, bu müxtəlif bucaqlar altında mişarlamaq istəyibsə əyləyi, bu mişarlama qutusuna aiddir. Amma Aha. ki, sadə alınmağı, onda belə deməli xəttlər üst-üstə düşməyib də onda nişanlama xəttinin üstünə düşməyib. Elə bir cavab yoxdur variantda. Bak elə bir cavab qoymamışam. Biraz deyirəm. Variantlar deyə bilərsiniz. Yox, variant da demirəm. Yaxşı, onda sadə mişardan istifadə edib də xarat mişarından. Elə deyirsən. Yaxşı. Sadə kəsib. Keçən dəfə tərtibatlar keçmişdik. Keçən dərs 3 tərtibat. Hansıları idi onlar? Dayaqdan istifadə edib, sadə kəsib. Aha. Məsələn, sualımız onunla bağlıdır ki, harda səhv edib? Məsələn, tərtibat seçimində. Hə? Hı hı. Məsələn, Aynen dayaqdan öyle. istifadə edir. Təbii ki, indi orada əlində mişar olacaq. Onu da biraz düz deyirsiniz. Əlində mişar olacaq, amma tam dəqiq deyin ki, axı burada biz müəyyən bucaq altında deməli tərtibatı önə çəkiriksə, tərtibat seçimi səhvdir. Hə, Gülnar Yanlış müəllim. olub. Bəli, sizinlə bu qədər amma tam razı qalmadım. Ərazini Mən də mədəni özümlə sürət. razı qalmadım. Əslində Sumbata kağızın alət tərtibat olduğunu heç düşünməmişdim. Hı Birdən hı. anidən verdiniz o sualı. Hı Yəni hı. bilmiş oldum. O yeni öyrəndim də, indi Əlbəttə ki, öyrəndim siz burada dediniz. heç bir problem yoxdur. Hamı bilmədiyin axır ki, necəsə öyrənir, nə vaxtsa öyrənir, düzdürmü? Orada nə var ki? Sadəcə daha yaxşı hazırlaşın, yaxşı. Oldu müəllimə, çox sağ Aha, Salam, olun. axşamınız yaxşı. xeyir. Salam. Sumbata kağızını nə götürdük tam olaraq indi? Sumbata Tərtibat. kağızım bizə bir köməkçi vasitədir. Tərtibat kimi gedir, bəli. Yəni əslində o bir Oldu, çox sağ olun materialdır, müəllim. müəyyən bir materialdır. Amma sadəcə işi yüngülləşdirdiyinə görə nə gedir? O demək, tərtibata daha uyğundur. Keçək kimə? Günel müəllimi açsın səsi. Bayaq hansı Günel müəllimi idi aşağıdan yazan? Yalan müəllim, mən idim. Muradova. Aha, buyurun yeni mövzuya. Keçən dəfə sual-cavab olunmayanlardan başlayacağım. Və ya da ki, 2 dərsdə sual-cavab olunmayan o müəllimlərdən başlayacağım, yaxşımı? Ülgü də E, tərtibatda əlbəttə ki, keçən dəfə dedik. Buyurun. Yonca alətləri mənim danışım, değil mi? Bəli, bəli, bəli. Deməli, məlumatları düz hamasət əldə etmək üçün onları yonmaq lazımdır. Bizim də yonca alətlərimiz var. Hı hı. Ən çox almışlar şerxdir, rəndə, fuqandır. Belə deyək, bütün yonca alətlər metal və ya taxta qəlibdən, bıçaqdan, pazdan və dəstəkdən ibarət olurlar. Hı hı. Şerxdir Çexilin kəsici tiyəsi digər ikisinə nisbətən fərqlidir. Yəni qövsvari və qabarıq şəkildədir. Bu da onu digərlərindən fərqləndirən əsas cəhətlərdəndir. Şexbel Yunan sözüdür. Üzr istəyirəm, Alman sözüdür. Alman sözüdür və kobud kəsmək üçün yonma deməkdir. Rəndə və fuqanda isə onun deməli, kəsici tiyəsi düz şəkildə olur. Hı hı. Düz şəkildə olur. Fuqan, deməli, uzun rəndə deməkdir. Fuqandan, deməli, pəstahlarda, uzun pəstahlarda hamar, yastı səth alınır onunla istifadə etdikdə. Sonra nə qaldı? Nə qaldı ondan sonra? Hı. Belə Rənd. dedim, fuqanı dedim. Aha. Rəndə hansı əllə tutulur? Günel müəllim. Hər iki əl istifadə olunur. Deməli, sağ əllə arxa dəstəyindən tutulur, ancaq sol əllə isə qabaq dəstəyindən tutulur. Pazla dayaq arasında elə bərkitmək lazımdır. Ema olunan səth yuxarıda qalsın. Daha sonra sağ əllə rəndən o deyirəm, deməli ardıcıllıqla demək istəyirəm ki, müəllimə bu belə bir sual düşmüşdü. Əslində elə Ardıcıllıq mən o düşmüşdü. ardıcılığı demişəm. Sizə yazılı şəkildə də səhv eləmirəmsə göndərmişəm. Analiz videosunu da demişəm. Analiz videosuna baxmamışam, sualı gördüm. Hə, niyə Nick deyəsən baxmamışsınız? sualı. Bax.
Deyin görüm. Baxmamışam. İndi dərsdən sonra baxacağam. Ha, Dərsdən görürsüz. sonra baxacağam, amma digər videolara baxmışam. Hı. Deməli, pazla dayaq arasında elə yerləşdirir ki, üstə qalsın. Sağ əli arxadan, sol əli qabaqdan tuturlar. Daha sonra rəndəni emal olunan səthin üzərinə qoyurlar. Deməli, irəli hərəkət etdikdə, qarşıya doğru hərəkət etdikdə qabağı basmaq lazımdır da, belə deyim, elə yadımda Aha. saxlamışam. Beləliklə, o yonma İkincisi əvvəl olur, qabaq. yonma prosesinin əvvəlində deyirdik ki, qəlbin ön hissəsini İrəli. sıxmalısan. Bəli, ön hissəsinə çıxılır. Arxaya hissə hərəkət etdikdə, arxa hissəsi elə bir yuxarı qalxır, belə deyək də, üzərinə Aha. qoyulur. Yonmanı belə deyək də, yonmanın əvvəlində qəlbin ön hissəsini Ön sıx, hissəsi yonmanın sonunda isə arxa hissəsini sıxmalısan. arxadan, bəli. Aha. Əks istiqamətdə hərəkət etdikdə onun səthin üzərinə qaldırırıq rəndəni. Üzərinə, bəli. Bəli, Doğrudur. üzərinə qaldırır. Demək, düz hamaşət əldə olunana qədər, lazım qalıntıda olana qədər yoğunurlar. Əgər tirişkənlər yaranıbsa, onda bu əks istiqamətə çevirib və yoğunurlar. Bu da mix sualı idi. Mənə bir dəfə düşmüşdü. Bilmirəm, Bəli, 24 idimi? Bu sual 2000 düşmüşdü. hardasa 20 ya da 21-in mix sualdı. Əks istiqamətə yonmaq. Əks istiqamətdə bəli, yonma lazımdır. Bir də təhlükəsizlik qaydaları var ki, yonma zamanı pəstahət tərtibatda bərkitmək lazımdır. Bıçağı kəsici tiyəsini əllə yoxlamaq olmaz. Kəsici tiyəsi iti olanlardan, rəndələrdən işləmək lazımdır. Yonqa qırıntılarını taxtabazın alətdə qalıbsa, taxtabazın köməyi ilə istifadə olunur. Ancaq verstaqın üzərində qalıbsa, biz əvvəlki dərslərdən dedik ki, fırça ilə təmizləmək lazımdır. Verstaqın üzərinə yalnız yağın üstə qoymaq lazımdır alətləri. İstifadə rəndəni və digər alətlərini düzgün tutmaq lazımdır istifadə zamanı. Aha, yaxşı olsun. Elmi müəllim orada bir şey yazmışdı. İndi ona qayıdım, sonra qayıdıram sizə suallar verim. 2025-ci ildə MİQ-də Ruhanə müəllimə MİQ-ə bir ay qalmış o ardıcıllıqdan bəhs edir analiz videosunda. Bu da mənə çox maraqlı gəlir. Nədən bəhs eləmişəm analiz videosunda bir yadımda deyil ki. O analiz videoları Ardıcıllıqda deyir, yəqin. hə, o ardıcıllıqdan danışmışam. Rəndənin. Hə, bəli. Mən o demək ki, analiz videolarını keçən hazırlamışam. Yəni MİQ-dən əvvəl hazırlamışam. Orada bəzi ardıcıllıqlar və s. yəni nəysə indi hər kəs açıq deyə ətraflı məlumat vermirəm. Bəli, analiz videoları keçənləri imtahandan əvvəl hazırlamışam. Yəni bu YouTube izahlarından əlavə hazırlananlardır müəllimlər. Ona görə göz ardı eləməyin. YouTube izahlarıma baxın, ondan sonra da analiz videolarına baxın. Çox köməyinizə gələcək və orada sizə çox vacib məqamlar var. Yəni bunu deyə bilərəm. Yoxsa ay birdən birinə baxdım, birinə baxmayım və ya da ki YouTube izahına baxmışam, analizə baxmayım. Belə şeylər eləməyin. Onların içində çox vacib məlumatlar var. Gözdən qaçırdığınız məlumatlar çoxdur. Demək, indi qayıdıram Günel müəlliməyə. Günel müəllimə qatı açılmamış izahlar. Hə, deməyin day. Bəs bizə deyin görək Günel müəllimə. Deyirik ki, yonqar qıranı olan bıçaq hansı hissələrdən ibarətdir? Yonqaqranı olan bıçaqdan, Hı -hı. boltdan, deməli, kəsici tiyədən, bir də yonqar qırandan. Aha, elə belə deyim də yonqar qıranı olan bıçaq deyən kimi tezkən Bəli, bir hissə yadımıza düşməlidir. Bıçağın özü, bıçağın tiyəsi. Sonra nə? Elə yonqar qıran özü, bir də bəli. bolt deyirik. Doğrudur. Bəs birdən sizə deyir ki, nə desin? Fuqan hansı hissələrdən təşkil olunub? Fuqan qəlibdən, taxta və metal qəlibdən, pazdan, bıçaqdan, bir də dəstəkdən. Mhm. Yəni demək istəyirik ki, nə? Bütün yonucu Bütün yonca alətlər, yəni bu hissələrdən ibarətdir. Aysan doğrudur, bəli. Bəs birdən sizə deyəcək ki, hansını desin. Dedik bunlardan hansının nə? Dayaq yoxdur. Hansını dedi ki, Günel müəllimə dayaq da dedi. Yox, Hı? dayaq yox deməmiş. Aha, Paz hə, dedi. əlavə olaraq yəqin yazıblar ki, dayaq yoxdur. Deyirəm axı dayaq eşitmədim. Hansının bıçağı dedik daha qövsvari, daha kobud olan, qabarıq olan. Şerx beldir. Bundan da kobud yeməklər aparılır. Doğrudur. Bəs birdən sizə deyəcək ki, təmizləmə alətlərindən hansı idi ki, daha dərin təmizləməni o götürür, yonucularda isə bu götürür. Müqayisə eləsək bir-biri ilə. Deməli, törpüdür. Orada Daha çox törpüdür. Hı -hı. təmizləmə alətlərdə. Burada isə şerxbel. Burada isə şərxi beldi, doğrudur. Deməli, rəndən ardıcıllığın üzərində bir də dayanırıq. Sağ əl, arxa dəstək, sol əl, ön dəstək.
Hə. Hə. Ondan Yo, sonra hansı? Bir də təkrar aha, edirik. bəli. Yonmanın əvvəlində deyirdi, nə Bəs etməlisən? Qəlbin, əvvəldə ön hissəni sonra basırsan, belə arxa. tutursan, sonra arxa hissəsini sıxırsan. Ayda. Ondan sonra da deyir ki, əgər əks istiqamətdə hərəkət etdirən zaman nə etmək lazımdır? Kirciklər yaranıbsa əks istiqamətdə, hə, üzərinə Üzərinə qaldırmaq lazımdır. qaldırmaq. Bəli. Ondan sonra da düz hamar səthə əldə eləyənə qədər, düz hamar səthə əldə eləyənə qədər nə edirik? Yonuruq. Yolmanı davam etdirmək lazımdır. Amma ən sonda deyir ki, hə, tilişkələr varsa əks istiqamətdə Bəli, yox. bəli. Doğrudur, bəli. Məsələn, tutaq ki, belə deyim, yeyənin köməyi ilə yondum, təmizlədim. Alətin özündə yonqar qırıntıları ilişib qalıb. Nədən təmizləyim? Yeyənlə təmizlədik, sumbata kağızından təmizləyə bilərik də. Alətin özündə qalan qırıntıları. Üzr istəyirəm, alətin özündə fırça ilə. Alətdə yox, pazdan. Taxta Taxta pazın pazdan, bəli. köməyi ilə. Niyə deyirik bəs dülgər alət? İndi mən də deyirəm ki, yeyədə müəyyən qırıntılar qalıb. Ancaq hesabın üzərində qalarsa fırça ilə. Aha, yaxşı. Mişarlamaq üçün neçə dərəcə bucaq altında? 30, 40, 45, 60, 90. Yaxşı. Sizinlə də bu qədər. Keçirik Sağ digər olun. müəllimlərimizdən birinə. Məsələn, heç sual cavab olunmayan müəllimlərdən kim var? Heç, məsələn, indi bizim neçənci dərsimiz? 4-cü dərsimizdə yanvar qrupu ilə. Heç sual cavab olunmayıb. Özümü sınamaq üçün mən özüm necə? Kim heç sual cavab olunmayıb, amma sual cavab olunmaq istəyir? Mən axşamınız xeyir müəllimə. Gəldi, Mən heç keçir. olunmamışam Amin, sual amin. cavab. Aha, görüm hansı müəllimdir? Cəfər yazılan Fatimə müəllimə sizsiz? Bəli, bəli. Aha, Cəfər Çinarə adı müəllimə. tanış gəl. Ha, Çinarə müəllimi, Fatimə müəllimə də deyirəm. Dəyişəcəm, unuduram müəllimə adımı. Mütləq dəyişin. Şifrəni Başqa adla belə girəndə Aha, hə, təzə unuduram. profiliniz Dərsdən yadımda qalıb. Növbəti mövzuya başlayın. Demək, növbəti mövzumuz vurğulama. Vurğulama vurğu vasitəsilə bütöv materialda silindrik deşiyin açılması prosesidir. Hı -hı. Vurğulama zamanı yuxarıdan aşağı doğru vurğulayırıq. Deşiklər iki cür olur. Bir tərəf açıq deşiklər, iki tərəf açıq deşiklər. Bir tərəf açıq deşiklər demək müəyyən dərinliyə qədər açılır. Hı -hı. İki tərəf açıq deşiklər isə detal boyu açılır deşik. Aha. Daha çox dairəvi olur. Enkəsdəki deşiklər daha çox dairəvi olur. Hı -hı. Sonra dairəvi Dairəvdən deşiklər demək başqa hansı formalar var? həm də. Oval var, elə dairəviyə oxşardır. Düzbucaqlı, kvadrat. Ay, sağ ol, bəli. Nə bilim, altı Var. bucaqlı olsun. Aha, altı bucaqlı. Hı -hı. Yaxşı. Bismillah. Vurğularından bir də növləri vardır. Bunlarda demək spiralvari, mərkəzvari, qaşıqvari, şinekvari, ən geniş yayılan da spiralvaridir. Daha sonra Onların hansı hissələri olur? Şəkildə hansı hissələr verilmişdir? demək Əsas kəsənti, qaşıq hamısını deyəsən gedirdi da, ümumi hamısının əsas kəsənti, spiralvari kəsənti, bir də təpəsi var idi. aha. Bəs şəkildə hansının ikisini göstərirdi ki, onun belə deyim də, üç hissəsinin üçünü də verirdi. Şəkil üzərindən danışıram. Amma o birisi iki dənədə isə yalnız biri verilmişdi, bir hissəsi. Şinekvari ilə mərkəzvari idi o. İkisinə oxşardı. Deməli, mərkəzlə şinekdə nə deyirik? Üçü də var, yoxsa biri? Üçü də var. Üçü də var. Deməli, spiraldan qaşıqda isə Qaşıqvari, bir dənə tərəsində. əsas. Demişdim Əsas ki, kəsənti. bəli, əsas kəsəntili göstərirdi şəkildə. Demək, müəllimlər, nə? Belə yadda saxlayın ki, adlarla belə demişdik. Spiral da belə deyim də bizə tanış olan bir addır. Bir də ki, nə qaşıq. Spiraldan qaşıqda yadda saxlayın ki, şəkildə yalnız bir hissəsi var idi. O da hansı? Əsas kəsəntil. Elə bunu yadda saxlasanız, dərhal digərin nə edəcəksiniz? Biləcəksiniz ki, onlarda hər üçü verilmişdi. Bəs yaxşı, birdən deyəcək ki, burğuların işlək hissəsində hansı hissələr var? Onu da cümlədən salır testdə. İki əsas kəsəntil, bir də iki spiralvari kəsəntil olur. Ay, sağ ol. Orada isə iki əsas kəsəntil, iki spiralvari kəsəntil mövcuddur, doğrudur. Bəs yaxşı, direllər.
Hə, drellər də iki cür əl dreli, bir də mexaniki əl dreli var. Hı hı. Bunların da hissələri vardı. Eyni hissələr var. Sadəcə dayaqdır, fırlatma dəstəyidir, Hı hı. burğudur, burğu patron. Hə, bu əl drelidir. Mexaniki əl drelində sadəcə tutma dəstəyi də var da. Dayaq, fırlatma Aha. dəstəyi, tutma dəstəyi, yenə patron, burğu belə. Aha. Özü demiştik ne? Elle fırlat. He? Elle Aha. fırlat. Ne demekti? Yani el dilinde fırlatma desteği var. Bax bunu Aha. hamı belə yadda saxlasın. Düz indi digərində mexaniki əl drelində hamı bilir ki, ikisi də var. Amma bəzən əl drelində Hı. müəllimlər qarışdırır ki, testdə görürsən bunda fırlatma dəstəyi var yoxsa tutma dəstəyi. Əllə fırlat. Deməli hansıdır? Dəstəyin adı nə oldu? Fırlatma dəstəyi. Əl fırlatma dəstəyi. Hə, yəni əllə fırlat ona görə deyirəm ki, fırlatma dəstəyini götür. Nə tutma dəstəyin yox. Hı. Düzdürmü? Ha, sonra Sonra hı -hı. bunun da Buruqlama hissələri də prosesi deyirik. necə Hə, həyata keçirilir? yuxarıdan aşağı doğru. Aha. İndi nə etməliyik? Dreli necə tutaq? Hansı əldən hardan tutaq? Dreli, dreli düz tutmalıyıq, yoxsa drelin ucu sınar, belə 90 dərəcə düz bucaq, demək, dəqiqə deyəcəm. Düz bucaq altında qoyuq da, bütün elə bir şey bu hamısını düz bucaq altında qoyuruq burğulama zamanı. Aha. Bu qoyuruq, sağ əllə də saat əqrəbi istiqamətində fırladırıq da. Aha. Düz bıçaq altında yerləşdirdik. Ondan sonra nə? Hı. Sol əlin deyirdik ovucu harda olmalıdır? Drelin dayağında. Dayağı sıxmalıdır. Hə, Amma hə, sağ orası. əllə nə etməliyik? Dəstəyi saat əqrəbi istiqamətində fırlatmaq lazımdır. Sol Hə, əl hə, dayaqda, sadəcə. düzdürmü? Sol əllə dayağı Hı sıxmaq -hı. lazımdır. Sağ əllə isə nə edirik? Dəstəyi fırladırıq. Ondan Fırladırıq sonra da nə baş saat verir? əqrəbi. Aha. Bu zamanda onu sınıb qopmaması üçün Hı -hı. dayağı sürəti azaldırıq da belə. Aha. Zəminə Təzyiqi müəllim orada azaldırıq. yazıb üzürlü sayın. Deyir ki, müəllimə davamına YouTube'da baxacağam. Qarabağın oyunu var, gedirəm futbola baxmağa. Bax görürsüz. Hə, Elə bu dərsdə dəqiqə qalın, ən tutdu. sonda gedin şotu izləyin ki, neçə oldu da hesab. Hə? Niyə belə eləmirsiniz ki? Xeyr ola dərsi sonra izləyirsiniz. Yazıqlar olsun. Çıxın çölə, çıxın. Aha. Müəllimə, Deməli, mən noyabr qrupuyam. O dərsləri keçmişəm, sadəcə dinləyici olaraq təkrar qoşulmuşdum. bilirəm də dinləyicisiz nə olacaq? Yenə bir-iki məlumat təkrarlayarsınız. Aha, nəysə çıxın, çıxın çölə. Demək belə. İndi dedik ki, sonra. Məsələn, sizə belə bir sualım var ki, Ramal, Hı Ramal. -hı. Dilin köməyi ilə nə edib? YouTube'da baxıram, yenə orada bizim danışığımızın alt yazısı gedir. Bu canlıda niyə belə olur bilmirəm. Alt yazı o yüzden türkçə tərcümə olunmuş, necəsə belə gedir. Canlı futbol bir başqa da Elman müəllim yazır. Demək, belə bir sualım var. Ramal drelin köməyi ilə oduncağın səthində iki tərəfi deşik açmağa cəhd eləyib. İki tərəfi açıq deşik açmağa cəhd eləyib Hı. və işin sonunda görür ki, oduncaq sındı, çatladı. Harda yanlışlığa yol verib? Dayağı təzyiqi azaltmalı idi da, azaltmayıb təzyiqi. Ay, o CC-ni bağlayıram da müəllimlər, yenə də eyni şeydir. Bağlayıram öz-özünə açılır, yoxsa nədir bilmirəm. O CC-ni bağlayıb açmaqdan yoruluram. Aha, deməli təzyiqi Vurğulamanın sonunda təzyiqi azaltmaq lazımdır, bəli. Ay, sən doğrudur, bəli. Bəs yaxşı, birdən sizə deyir ki, nə etsin, nə etsin, hardan sual versin. Deyirik ki, taxtadan istifadə olunmalıdır. Dəlik deşik açan zaman. Nə üçündür taxtatlıq taxta? Zədələməmək üçündür də. Nəyi zədələməyək? Beşdakın qapağını zədələməmək üçündür. Ay, sağ olun, bəli. Deyirdik ki, dəliklər nə olur? Hamar alınır. Həmçinin də Hər zaman taxta qoymalıyıq da altına zədələməmək aha, üçün bir də qapağı. bir stəkan qapağı zədələnməsin. O mövzunun təhlükəsizliyində nə verilmişdi? Bu elə təhlükəsizlikdə də etibarlı bərkitməliyik. Burğunu patronda etibarlı bərkitməliyik. Aha. Düz tutmalıyıq dreli, Hı -hı. düz tutmalıyıq. Sonra
Sonra da bir də var idi, özümüzdən qabağa qoymalıyıq da. Dreli 5 takın üzərində özümüzdən öndə qoymalıyıq. Aha, özümüzdən öndə qoymaq lazımdır, hə? Hansı hissəsini, yəni burğunu demək istəyirsiniz də, düzdürmü? Drelin burğusu, yəni bizə tərəf yönəlməsin Vurğusunu. də, Hı. özümüzdən qabağa, belə deyək də, əks istiqamətdə. Yaxşı, doğrudur. Bizə deyin görək, Çinarə müəllimə. Hardan deyin? Dedik o hansı təmizləmə aləti oldu ki, onun köməyi ilə bərk oduncağın emalında və məmulatın təmizlənməsində ondan istifadə olundu. Yeyə. Bu Bəlkə oturmuş. yeyədir. Amma müxtəlif əyri xətlisə, çıxıntıları emal etmək, emal paylarını Törpüdür. çıxarmaq bu törpüdür. Yaxşı, sizinlə bu qədər biraz daha da yaxşı olsun. Yaxşı, Çinarə müəllimə. Yaxşı. Mən biraz bu Mhm. danışığı özüm istəyirəm ki, danışam müəllimə. Mən biraz elə bir sual cavabı əvvəldən heç xoşlamırdım. İndi özümü çalışıram ki, sual cavab olunam. Aha. Testlərdə belə rahat tapıram ki, nəinki belə sual cavabda cavab Aha. verməkdə Bilirəm, elə çətinlik müəllim var çəkirəm. ki, sual-cavabda biraz çətinlik Mhm. çəkir, amma görürsən ki, testlərdə daha yaxşı tətbiq edir. Eybi yox, olsun, amma sual-cavab da daha da yaxşı Çalışıram. olsun da. Mhm. Yaxşı, Yaxşı. sizinlə bu qədər. Türkan müəllimə açın səsi. Salam, axşamınız Bəli, xeyir elə müəllimə. axşamınız xeyir. Elə müəllim var, bəli, bilir həyəcanlanır və s. bununla irəli gəlir. Türkan müəllimə, gəlin sizə bu mövzulardan suallar verim. Digər müəllimlərdən biri ilə keçərik yeni mövzumuza. Mənə deyin görüm hansını deyin. Dedik ki, hansı iki burğu oldu ki, onlarda üç hissənin üçü də oldu, digərində isə yalnız birini göstərirdi şəkildə. Demək, spiralvari burğuda və qaşıqvaridə yalnız bir hissə var, əsas kəsəntil. Hı hı. Mərkəzvari və şinekvaridə isə hər üç hissə var. Yəni həm əsas kəsəntil, təpə və spiralvari kəsəntil. Aysan, doğrudur. Məsələn, sizə belə bir sualım var. Əli, drelin köməyi ilə deşik açmaq istəyib. İşin sonunda görür ki, deşik istədiyi Aha. yerdən alınmayıb, istədiyi yerdən aça bilməyib. Sizcə Əli harda yanlışlığa yol verib? Nişanlamanı düzgün yerinə yetirməyib bu zaman. Ay, sağ ol, əhsən. Bəli. Bəs yaxşı, nişanlama nəyin köməyi ilə aparıla bilər? Nişanlama, mişarlama prosesində karandaş və biz vasitəsilə ola bilər. Karandaş və yaxud da ki, biz doğrudur, bəli. Bəli. YouTube'dan izləyən Düz müəllimlərimiz, sizlər də cavablandırın. Hərdən baxıram. Cavablandırın siz oradan. Doğrudur, karandaş və biz. Bax, onu da heç kim yaddan çıxartmasın. Bəs yaxşı, birdən sizə deyir ki, rəndərin hissələri hansılar oldu? Bütün rəndələr metal və taxta qəlibdən ibarətdir. Deməli, 4 hissədən təşkil olunub. Rəndə metal, qəlib, bıçaq və pas. Aha, yaxşı. Deməli, qəlib, bıçaq deyirsiniz. Sonra nə? Pas, bir də Pas və dəstək. dəstək. Hə? Qəlib özü hansı materiallardan oldu? Bir də deyil. Metal və taxtadan material olaraq. Bəli, doğrudur. Bəs birdən sizə deyir ki, dedik mişarlama qutusu lifləri eninə yoxsa uzundan doğramaq mişarlamaq üçündür? Yalnız eninə, uzununa yox, eninə. Hı hı. 30, 40, 60, 90 dərəcə bucaq altında. 30, Doğrudur. 40, 45, 60, 90. Aha, bəli. Bəs birdən sizə deyir ki, rəndədən yondum, amma trişkələr qalıb. İndi nə etməliyəm? Bəli, o zaman biz rəndəni əks istiqamətdə yonacağıq ki, Aha, hamarlıq deməli alınsın. rəndəni yox, yəqin ki, oduncağımızı, hə? Bəli, oduncağı, Aha, bəli. yaxşı. Bir Yaxşı. sual da hardan gəlsin? Dedik, mexaniki əl drilində hansı dəstək oldu? Bəli, burada tutma dəstəyi var. Hansı ki, əl dəstəyində bu hissə yoxdur. 5 hissədən Mexaniki təşkil əl olunur. drilində əlavə olaraq, hə? Bəli, Deməli, tutma da tutma var. dəstəyi Yəni var. belə deyək, hər ikisi Hı. var. Belə desək, hər ikisi var. Amma əl drilində sadəcə bir dəstək adı nə oldu? Bir də deyək. Fırlatma dəstəyi hər ikisində də var, amma tutma dəstəyi yalnız mexaniki əl drilindədir. Aha, yaxşı. Bir sual da sizə hardan gəlsin? Tutaq ki, drilin köməyi ilə otuncaqda deşik açıram. Oradan olan o, belə deyək də, qırıntılar ki var, yonqarlar. Onlar hansı formada çölə çıxır? Vintvari yonqarlar. Bintvari. Son sualım, vurğulama üsulları hansılar oldu? İki üsul var, vurğulama üsulları. Deməli, bir alətlə mexaniki və əl drili ilə olan. Yox, mən vurğulama üsulları soruşuram. Demirəm ki, nələrin köməyi ilə. Başa düşdüm, bəli, başa düşdüm. Dayaq üzərində bir də Verstapın sıxacında. Allah, Orada iki aferin. şəkil nəzərimə gəldi.
Aha, Hə, elə o şəkil iki üsul elə var. vurğulama üsulları şəklin altında var idi onsuz da. Bəli, bəli. Şəklin yanında olan iki Hı üsul -hı, dəqiq versə qısacında. doğrudur. Əla, yaxşı cavablandırdınız. Bəyəndim sizi. Çox sağ olun Sizinlə bu qədər. sayənizdə. Sağ olun. Mövzular aydın olurmu? Başa düşə bilirik mizahları, yoxsa biz Bəli. sizlərlə təzə Şükür, başlamışıq, hələ adaptasiya olacaqsınız getdikcə, amma necədir vəziyyət bəli. deyin görüm. Şükür yaxşıdır müəllimə. Videolara baxıram, bütün materialları həm kitabdan, həm konspektlərdən, analiz videosu hamısına baxıram. Yəni hələ ki yaxşıdır, şükür Allaha. Çətinlik yoxdur. Testləri Şükür. də işləyirəm. Aha, əla, afərin sizə. Bəli, Belə, çox sağ olun. bilirsiniz müəllimlər, çətinlik necə? Nə vaxt ki müəllim ki, məsələn, bu mövzunu saxlayım, əşi çatdıra bilmədim, gələn dərsdə baxaram, baxa bilmədim, üst-üstə ki yığdı, geri qalanda istər-istəməz ruhdan düşürsüz. Amma hər verilən tapşırığı vaxtında yerinə yetirsəniz, sizin izahları başa düşməyən müəllimin inanmıram ki, o da səmimi sözümdür. İnanmıram ki, ola. Hə, sizin izahları başa düşməyən müəllim inanmıram ki, ola səmimi sözümdür. Çox sağ olun. Yəni demək istədiyim odur ki, üst-üstə yığmayın müəllimlər. Üst-üstə yığsanız bu mövzu, gələn mövzu, bu test əşi baxaram, vaxtım olmadı falan filan. Bir də görəcəksiniz ki, nə etmisiniz? Yüklənib qalmısınız. Uşaqlar xəstə oldu, Allah şəfa versin. Xəstəliklər yaman yayılıb. İndi bilirəm, ola bilər məsələn bir dərs, amma məsuliyyətli müəllim gələn dəfə tez gən onu bərpa edəcək. Olur, indi uşaqlar xəstə olur, özümüz nasaz oluruq belə. Amma mütləq ki, bilirsiniz ki, mən bunu öyrənməmişəm, bu test borcumu təhvil verməliyəm, testi üst-üstə yığmışam. Hazırlaşın, qaytarın da geri. Məsuliyyətli müəllim neçə dərsdə olsa onu yerinə yetirib qaytaracaq geri. Amma elə müəllim var ki, onun bol vaxtı da olsa, yenə də onu eləməyəcək, özünə əziyyət vermir. Biraz komfort alanınızdan çıxın. Biraz komfort alanınızdan çıxın, özünüzə əziyyət verin. Belə, sonra keçək digər müəllimlərimizdən kim heç sual-cavab olunmayıb. Müəllimə vaxt qoyun, mən test cavab verim, görüm necə sual. Sevinç müəllimə dönərəm. Mən də keçən dəfə sual-cavab eləmişəm. Əliyeva Sevinç müəllimə. Heç sual-cavab olunmayan kim var? Müəllimə mən gələ bilərəm. Müəlliməm, mən Midunlar müəllimə, Hə, çox sağ olun. yaxşı. Evə Ona gedim müəllimə. yaxşı. Gedirəm mən işdən çıxmışam zürfay. Evə çatın, sonra sizi sual-cavab eləyərik. Yaxşı. O biri müəllim kim idi mən deyən? Hansı Müəllimə müəllim? Yeni Gülşən. Hə, Müəllimə, mən Gülşən müəllimə. Bəli. Yaxşı. Başlayın yeni mövzuya. Görüntü açıq mənim deyim. Görüntünüzü görmürəm axı mən. Bir dəqiqə mən o biri səhifəyə keçmişəm ona görə. Hə, gördüm. Mən o biri səhifəyə keçmişəm. Digər müəllimləri yoxlayırdım ki, görüm kim var dərsdə. Ona görə, hə, buyurun. Hə. Deməli, hissələrin birləşdirilməsi, oduncaq hissələrin birləşdirilməsi mövzusu idi. Əsasən oduncaq hissələri 3 üsulla birləşdirilir. Mismar, şurub və yapışqan. Mismarlar, birinci mismarlardan danışaq. Mismarlar əsasən başlıq, mil və uc hissədən ibarətdir. Onlar tərəfindən asılı olaraq bu sözün üzərində saxlamışdıq. Deməli, başlığının formasına, uzunluğuna, bir də diametrinə görə bir-birindən fərqlənir. Sonra mismar vurarkən nazik hissəni qalın hissəyə birləşdirirlər. Əsasən birinci mismar vuracağımız yeri nişanlayırıq. Sonra baş şəhadət barmağımızdan tutub birinci çəkic zərbə, yüngül çəkic zərbələri ilə, daha sonra isə mismarın oduncağa girdiyini hiss etdikdə isə əlimizi yığışdırıb daha yüksək, deməli, daha möhkəm çəkic zərbələri ilə vururuq. Əgər ki mismar digər hissədən çıxırsa onu sağanaq üzərində əyib yerdən oduncağa vururuq. Bu oduncağın möhkəmliyini həm də artırır. Yox, əgər ki, mismar vuran zaman əyilirsə, çəkicin başlığındakı yarıqla və yaxud da ki, kəlbətinlə biz onu oduncaqdan çıxarırıq. Sonra şurupdan danışın. Danışın, şurupu da danışın. Şurup, deməli, başlıq, vin şəkilli mil və ucluqdan ibarətdir. Şuruplar da təyinatından asılı olaraq qub, yəni qalınlığına, uzunluğuna, bir də başlığın formasına görə bir-birindən seçilir. Onlar başlığının formasına görə yarım dairəvi, gizli və yarım gizli olur. Şurubu vuran zaman birinci burğu vasitəsilə onun yerini açıb, ondan sonra vintaçanla həmin
şurubu oduncağa deməli buraraq Bağlayırıq. bərkidirik. Hı hı. Bəli. Doğru. Yaxşı, bura Hı. qədər kifayətdir. Deməli, bax, o sualın özündə belə müəllimlər çaşır. Nə? Şurupun başlığı üçün deyirik yuva açılmalıdır. Deməli, bu yuva nəyin köməyi ilə açılır? Bu. Burğunun. Amma nəyin köməyi ilə şurup özü ora burulub bərkidilir, bağlanır? İntasan köməyi ilə. O vintasan. Vintasan da adi bildiyimiz atverkalardır da, yəqin ki bilirik, düzdürmü? Aha, dedi ki, nə? Bu şuruplarımızdan ən geniş istifadə olunan, yayılan hansıdır? Gizli olan. Gizli. Düzdür, köhnə kitabda yarım gizli götürülürdü, amma yeni kitabda gizli. Biz də nə edəcəyik müəllimlər? Yeni kitaba əsasən, ola bilir bəzən testlərə köhnə kitab əsasən salır, amma yeni kitaba əsasən götürmək lazımdır. Dedik ki, çəkiclə işləyən zaman əl dəstəyin ucundan nə qədər o məsafədə olmalıdır? 20-30 millimetr. 20-30 millimetr. Mismarın hissələri deyəndə nə götürəcəyik? Başlıq 1000 uc. Şurupun təyinatı deyəndə nə götürəcəyik? Qalınlığına, uzunluğuna, bir də başlığına görə. Aha, yəni buq dedik, hə? Amma mismar təyinatına görə dedik, nələrə görə fərqləndi? Başlıq, uzunluq, diametr. Bəli. Orada diametr, şurupda isə qalınlıqdır, doğrudur. Təmizləmə alətlərimiz hansılar oldu? Törpü yeyən suvan. Yonucu alətlər. Çirxə belirəndə fuqan. Aha, yeyən hissələr hansılar oldu? Dəstək, üzük, daban, tücü, çərtik, uc hissə. Aha, doğru. Aytən müəllimə yazır, qol oldu. Bir də bax, bizi də futbola cəlb eləyəcəklər. Deyin, hesabı yazın, yaxşı. Vəziyyətimizə baxın, dərsdə futbolun hesabı gedir orada. Yazın görək hesab necədir? Yox, o mənə lazımdır. Aha, demək belə. Keçən də bir dəfə belə alınmışdı. Hansı müəllim idi futbol sevən bir neçə müdavimiz vardı. Gedib gəlirdilər, yazırdılar hesabı. Müəllimə hesab oldu. İndi bu dərsdə ona döndü. Futbol gününə təsadüf elədim. Bəs yaxşı, dərsi qoyub gedəcəm, yazıqlar olsun. Aha, bəs bizə deyin görək, hardan deyin, nəyi deyin. Dedik, burğuların işlək hissəsində hansı hissələr var? Bizə işlədir. Bəli, burğuların işlək hissəsində. İki əsas əsədir, ikisi bravo, kəsənti olur. Doğrudur. Bir sualda hardan gəlsin sizə, hardan gəlsin. Mişarlama qutusu nələrdən təşkil olunub? 2 tircikdən və təməldən. Doğrudur. Yaxşıdır vəziyyətiniz. Sizinlə də bu qədər. Qaydaq digər müəllimlərimizə. Gülşən müəllimə də məsuliyyətli müəllimlərimizdəndir. Keçən il bizimlə hazırlaşıb düzü müqavilədən işləyir, amma olmayan vakansiyada müqavilədən işləmək özü belə məharətdir, özü böyük bir məharətdir. Keçən Bəli, il mən də o imtahan elədim, o yerdən təzədən zəng gəldi. Başqa necə? Hardan yenidən zəng gəldi? İmtahan elədim axı, bildiniz ya, direktordan biraz münasibətim oldu. İmtahan elədim, təzədən başqa yerdən zəng gəldi, getdim ora. Yo, imtina elədiyinizi bilmirdim. Sonradan imtina vermişdiniz? Mən verdim. Hə, Direktor verdim. Gördüm. Sizlə Başqa əvvəl danışmış. Hə, yadıma düşdü. Bildim. Məktəbin adını çəkməyin, amma o məktəbin Yox. direktoru, bildim, deyirdilər ki, biraz çətin adamdır, başa düşdüm. Heç nə deyim, lap yaxşı. Əgər yenidən başqa yerdən zəng gəlibsə, nə gözəl, nə əla. Demək, belə. Çünki sizin o məktəbdə bizim başqa bir müdavim də işləmişdi, də bilirsiniz. Amma adları çəkməyək. Hə, aydındır. Direktor çıxartdılar sonradan. Həmin direktoru çıxartdılar? Bəli, direktor çıxartdılar. Ümumiyyətlə o məktəbdən də, yəni başqa heç bir yerə təyinatını vermədilər? Direktorluqdan çıxıb. Heç onda danışa bilərik. Amma danışmırıq. Nəysə. Demək belə. İndi keçirik davam. Davam. Heç sual cavab olunmayan müəllimlərdən. Heç sualı yox. Sizlər danışmısınız, hələ ki görüm heç sual cavab olunmayan kimlər var? Heç sual cavab olunmayan. Sual cavabdırsa mən gəlim. Mail müəllim gələcəksiniz, dönəcəm sizə narahat olmayın. Sonra heç sual cavab olunmayan kim var? Heç sual cavabı olunmayan yapışqanlar haqqında danışan, sonra keçəcəm sual cavabı. Nigar müəllimə açın səsi. Düzdür, bir çox müəllimlər dinləyicidir, ona görə ad çəkə bilmirəm.
Axşamınız xeyir müəllim. Yox, qrupda yazmayacaq. Bax, axşamınız xeyir. Bax, sizə nə maraqlıdır? Deyilir müəllimə qrupda yazın. Yazmayacaq. Sizə lazımdır o direktorun adı məktəbdə, onsa direktorluqdan uzaqlaşdırılır. O maraqlı kedilərdir. O dəqiqə direktor hansıdır, hansı məktəbdir? Nigar müəllimə, bizə yapışqanlar haqqında məlumat. Oduncaq məlumatlarının birləşdirilməsi üsullarından biri də yapışqanlardır. Hı -hı. Yapışqanlar iki yerə ayrılır, təbii və sintetik. Sintetik peva yapışqanı, peva yapışqanı sintetikdir, ağ qatı maye halındadır, fırça ilə tətbiq olunur. Bütün oduncaq məlumatları yapışdırmamışdan əvvəl ilk öncə yonqar tozundan və ya çişdən təmizləmək lazımdır, yapışqan yaxşı tutsun deyə. Hı -hı. Daha sonra digər yapışqan, kazein yapışqanı, təbii yapışqandır. Sarımtıl toz halındadır. Suyla qarışdırılıb həll olunur. 3-4 saat ərzində istifadə yararlıdır. Daha sonra isə bərkiyir. Məktəb emalatxanalarında peva yapışqanı, bundan əlavə kazein, xarat yapışqanlarından da istifadə edilir. Yapışdırmamışdan əvvəl yapışdırdıqdan sonra yapışqan bərkiməsi üçün 2-3 dəqiqə gözləmək lazımdır. Sonra detalları bir-birinə birləşdirirlər. Daha yaxşı yapışması üçün verstaqın sıxacılarında möhkəm sıxıb bərkiyənə qədər saxlayırlar. Doğrudur, bəli. Əslində yapışqanların növləri çoxdur müəllimlər. Məsələn, deyirik ki, ən çox adını çəkirik xarrat, kazein, nə bilim digərləri bir neçəsin. Amma əlavə materiallarda o qədər var. Sümükdən hazırlanan, nəyin dərisindən, sümüyün qarışımından, pişiyin tükündən, insanın saçının, nə bilim materialından qarışan, yəni növləri çoxdur. Kitabdan kənara çıxmağa ehtiyac yoxdur. Kitabdan nə veribsə onu da öyrənin. Əlavə materialdan beyninizi yormayın. Onun əvəzinə gedin kitabdakı materialları yaddaşa vurun. İndi deməli nə? Sizə sualım belədir. Deyirəm ki, ramal 2 oduncaq tircik götürüb və yapışqan, deməli, belə deyim də sizə. 2 tircik götürüb. Aşağıda yazışmanı saxlayın. Aşağıda çünki mənim də fikrim qarşı. Bilmirəm sizin suallarınızı, yazışmanızı oxuyum, yoxsa mən beynimdə sual verim, yoxsa nə edeyim. Xahiş edirəm aşağıda yazışmanı saxlayın müəllimlər. Aha, hamının fikri də orada da yazırsınız. Həm müəllimlərin fikri yayınır, həm mənim fikrim yayınır. Zoom müəllimlərindən söhbət gedir, YouTube müəllimlərindən yox. Demək nə edirəm? Ramal 2 oduncaq tircik götürüb. 2 oduncaq parçası götürüb. Aha, Elmin müəllim deyir ki, futbolda 1-1 oldu. Deməli, 2 oduncaq tircikdir. Gəlin sualı belə qoyuram. Deməli, kazein yapışqanından istifadə edib bir 5 saatdan sonra cəhd edib ki, yapışqanı oduncaq tirciyin üzərinə çəksin, digərində bunun üzərinə bərkitsin. Amma görür ki, istədiyi bərkitməni əldə edə bilməyib. Harda yanlışlığa yol vermişdir? Müəllim çox saxlayıb yapışqanı 3-4 saat ərzində istifadə yararı bitib artıq. Yararlıdır. Bəli, bəli. Deyirdik ki, əgər biz onu belə deyim, suda həll eləmişiksə 3-4 saat ərzində istifadə eləməlisən. Artıq bu bərkiyib qalıb orada. Bu belə. Növbəti sual. Ramal yenə 2 tircik götürüb. Bu tirciyin birinin üzərinə yapışqanı çəkib, ondan sonra digər tirciyi də qoyub bunun üzərinə. Məsələn, topila PVA yapışqanıdır. Bugün 4 mövzu vermişdim. Həmişə 3 mövzu verdim. Bu dəfə oduncaq bölməsini bitirək deyə 4 verdim. O ya PVA-nı çəkdi, digər tirciyi də qoydu bunun üzərinə bərkitməyə cəhd edib. Amma yenə də demək neynəməyib? Tam bərkidilmə əldə eləməyib. Niyə, səbəb nədir? Harda yanlışlığa yol verə bilər? Müəllim, yonqar təmizlənməyib, çirkdən və yonqarın tozundan təmizlənməmiş çəkibli yapışqan. Bəli. Deməli, həm tozu çirki təmizləməyib, bu ola bilər. Düzdürmü? Verstaq sifətində bərkitmək. Birdə başqa. 2-3 dəqiqə. Birdə 2-3 dəqiqə söhbəti. Yəni biz testə baxmalıyıq ki, hansı versiyaları, bəlkə 2 versiyanı verir, bəlkə yalnız biri verir, amma biz hamısını bilək. Həm tozdan təmizləmək lazımdır. Yapışqanı çəkmişəmsə, ta ki, bu oduncaq tircikdir. Bunun üzərinə çəkmişəmsə, gözlə 2-3 dəqiqə bunun canına keçsin. Ondan sonra o biri tirciyi qoy üstünə. Ən sonu da harda sıxazda sıx saxla ki, tam bərkidilməli olsun. Yaxşı.
Daha sonra gəlirəm, indi orada aşağıdan yazırlar ki, müəllimlər, xarrat yapışqanı. Bizim mövzumuzda deyirdik ki, PVA sintetik yapışqandır. Kazein təbii yapışqandır. Amma xarrat yapışqanının təbii yoxsa, belə deyim, sintetik olması haqqında konkret əlavə materiallarda da demək olar ki, konkret bir material yoxdur. Ona görə məsələn mən düzdür, onu araşdırmışam, çox araşdırmışam xarrat yapışqanın. Bəzi yerlərdə onu daha çox belə deyim də sintetik material sintetik yapışqan kimi götürürlər. Bəzi materiallarda bəzi əlamətlərinə görə təbiiyə yaxın olduğu deyilir. Amma konkret olaraq bir mənbədə əsaslanmadığına görə mən onu tam, yəni nə özüm də götürmürəm, nə də heç kimə demirəm ki, bunu ya təbii götürün. Yəni mən hər hansı bir mənbəyə əsaslananda deyirəm ki, müəllimlər bunu belə götürün. Amma xarat yapışqanı haqqında konkret bir mənbəyə əsaslanmadığına görə onu demək götürə bilməyəcək. Yəni bir dənə yapışqan var, heyvan mənşəlidir, təbiidir, qadir. Bəli, heyvan mənşələri var. Digər bayaq dediyim kimi yapışqanlar çoxdur. Amma sizə olsa kitabda hansı yazıb onu da istəyəcək müəllimlər. Yaxşı, yəni əlavə mən belə deyim, mənbədə konkret rast gəlməmişəmsə mən olan müəllimlərə vurğulamıram ki, yəni ay bunu belə götür, bunu belə götür. Əgər hə mənbəsini tapanda deyirəm ki, bunu belə götürə bilərsiniz. Nigar müəllimə, bizə deyin görək, sizə deyir ki, şurupların başlıq formaları hansılardır? Yarım dairə, gizli, yarım gizli, Dedik. ən çox istifadə olunanı gizlilərdir. Aha, yaxşı olsun. Bayaq sıxacdan danışdınız. Sıxacın hansı hissələri var? Vintli gövdəsi, vintli sıxacın gövdəsi, sıxıcı vint, onlar. Aha, bəli, bəli. Aha, Sıxıcı vint. Sıxıcı vint, sıxıcının dəstəyi. Aha, deməli, vinti var, gövdəsi, bir də dəstəyi. Hə, vint, gövdə, dəstək. O düz bağlanıb keçən müəllimlər. Köhnə kitabda yarım gizli götürülsə də biz yeni kitaba əsasən gizli götürməliyik. Baxmayın ki, köhnə tipli testlərdə yarım gizli götürülür, amma yarım gizlini götürməyin. Səthə tam keçib gizlənən yeni kitaba əsasən gizlidir. Ona görə də elə bu ən geniş yayılanıdır da bəs. Onu çox vaxt müəllim cavab köhnə kitabdan salırlar, yarım gizli çıxır, müəllimlərin beyni qarışır. Deyir, biz gizli bilirdik, siz gizli bilirdiniz, düz bilirdiniz. Yaxşı. Demək, bir cavab yarım gizlidir, çünki niyə köhnə kitabdan salınıb bu sual? Amma yeni kitab əsasən gizli götürüləcək. Bəs yaxşı, bizə deyin görək, mismar dedik, təyinatına görə desə nə götürəcəyik Nigar müəllimə? Təyinatın diametrinə, başlığının formasına, bir də uzunluğuna görə. Aha, başlıq bu demişdik də açar söz. Aha, bəli. Doğrudur, yaxşıdır. Sizinlə də bu qədər. Sağ olun. Keçək digər müəllimlərimizə. Siz də sağ olun. Mail müəllim açsın səsi. Aha, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Demək, belə Mail müəllimdən gəlin nəyi soruşaq, hardan soruşaq? Nəyi soruşaq, hardan soruşaq? Hə, Mail müəllim. Bizə deyin görək, deyin, nəyi deyin? Sizdən nəyi soruşum? Testdə sizə nə desin? O mövzudan yaxşı. Deyirik ki, əyri xətli səthlər neymalıdır, bir də məlumatın təmizlənməsində. Törpü mü? Aha, bu hansı oldu? Törpü. Törpü. Bəs yaxşı, müxtəlif əyri xətli səth, emal paylarını çıxar. O yə deyil. Aha, yeyətdir. Həyəcanlandınız deyəsən. Hə? Müxtəlif əyri xətt deyiləndə mən bu gedirdi törpüyə. Törpü, amma o birisi... Birisi suvaq deyil. Yox, baxın, mən hansını dedim? Hə, əyri xətli səthi dedim, bəli. O da suvandındır. Amma desəm ki, bərk oduncağın emalında. Bərk oduncaq desə o da törpüyə gedirdi. Bərk oduncaq törpü idi, yoxsa yeyəydi? Oduncağın emalı vətəndir. Mənim o yeyədədir, bəli. Yeyəydi. Aləmi qatdıq ha bir-birinə. Yazıqlar oldu. Aha, bəs yaxşı. Birdən sizə deyir ki, nə desin, hardan desin. Deyin görək. Mişarlama qutusu neçə dərəcə bucaq altına mişarladı? 30, 45, 60, 90 dərəcə bucaq altında eninə dəqiq mişarlamaq üçün istifadə olunur. Aha, yaxşı olsun. Bəs birdən sizə deyir ki, nə desin? Nə desin? Oradan yox, o mövzudan da yox. Bizə deyin görək, sizə deyir. Dedik ki, tutaq ki, bir situasiya sualı verək direllərdən, hə? Direllərdən. Bax, deyirik ki, dəlik deşik açırıq da, direlin köməyi ilə.
İş prosesinin sonuna yaxın dayağa deyirik o təzyiqi azaltmalıyıq. Düzdürmü? Bəli. Aydın. Bu hansı deşiyin açılmasındadır? Bir tərəf açıq yoxsa iki tərəf açıq deşiyin? İki tərəfi açıq deşiklərdə Bəli, bəli. detal zədələnmək üçün. Aydın. Altın. Çünki iki tərəf açıq elədi ki, müəllimlər bu detal boyu. Yaxşı əlavə mənim. Çünki bu detal boyu açılır deyə. Nə edəcək? Sürətli açdıqda təbii ki, oduncağımız parçalanacaq. Aha, yaxşı. Şurupun hissələri. Şurupun hissələri. Mənim şurupun hissələri belə idi. Başlı bu çəkilirmi? Uç hissə olar idi. Bəli. Amma şurup təyinatına görə deyəndə nə götürürdük? Şurup təyinatına görə bu idi. Başlı uzunluq, qalınlıq. Doğrudur. Kobud yonucu alət hansı idi? Kobud yonmada törpü idi. Törpü idi. Kobud yonucu, şerxə və rəndə füqan bunlardan. Mənim orada yad idi, şerxi bir. Şerxə və. Amma təmizləmədə dedik, biraz daha dərin təmizləyən o Təmizləmədə törpü. desək törpüdür. Hə, o törpüdür. Bəli. Bəs yaxşı, doğru. Əgər rəndədən işləyən zaman rəndə hansı əllə tutulurdu? Mənim hər iki əlimlə tutulurdu. Sağ əl arxada, sol əli ilə isə ön dəstəkdən Ön tutulur. dəstəkdən. Bir əli arxaya hərəkətlər etdirirdik. Doğrudur. Əgər tilişki əmələ gəlibsə, əks istiqamətdə hərəkət etdirirdik. Yaxşı. Son bir sual hardan gəlsin? Hardan gəlsin? Bir də sizə deyəcək. Burğulama üsulları hansılar idi? Burğulama üsulları. Vurğulama üsulları mənim sıxaclı idi, bir də onu deyirsiniz də. Bəli, bəli. Sıxaclı sıxaclar arasında bir də fazla. Bir də dayaq üzərində. Var üzərində də. Destan sıxacları, bir də dayaqlar üzərində. Doğrudur, yaxşı. Çox tələsməyin, yaxşı. Biraz daha da diqqətli, yaxşıdır. Yaxşı. Siz də sağ olun. Digər bəy müəllimlərimiz var qrupumuzda, hə? Kim sual cavab olmaq istəyir? Yanvar qrupunda olan bəy müəllimlərindən. Bir neçə müəllimlərimiz də var. Onlar sadəcə izləyirlər deyə hələ səsləri gəlmir. Elmin müəllim aktivdə aşağıdan yazır, ancaq görürəm. Sonra digər müəllimlərimizdən. Elmin müəllim gəlirsiz. Yaxşı, səs gəlmədi. Sonra Ərşad müəllim var. Hə, Ərşad müəllim. Axşamınız xeyir müəllim. Axşamınız xeyir Elmin müəllim. Gəlin sizə. Sonra Nazim müəllim var, Yanvar qrupu. Demək, Elmin müəllimdən nəyi soruşaq, hardan soruşaq? Bizə deyin görək. Deyin görək. Dildən dəlik deşik açırıq. Sağ əl harda olmalıdır, sol əl harda? Dillə. Deməli sol əl dayaq. Sol əli bu kimdir? Sol əlin ovucunu dayağını tuturlar, sağ əllə isə dəstəyi fırlanır. Doğrudur, bəli. Deməli, bəs yaxşı, bəs yaxşı. Bilmirəm, başqa mikrofonun səs gəldi, yoxsa necə? Mikrofonlara hamı diqqət eləsin, zəhmət olmasa. Bəs birdən sizə deyir ki, deyir, nə desin? Dedik, çəkizlə işləyən zaman əl dəstəyin ucundan nə qədər məsafədə olmalıdır? 20-30 millimetr. 20-30. Tutaq ki, mismar digər tərəfdən çıxdı, nə etmək lazımdır? Digər tərəfdən çıxıbsa, sağınaqla düzəltmək lazımdır. Düzəldək, yoxsa əyib yenidən çıxarmaq, yenədən təzədən bərk etməkdən. Baxın, orada iki versiya var idi. Mismarı vuran zaman mismar əyildi. Bir bu idi, bir də mismar digər tərəfdən çıxdı. Bir versiya da bu idi. Mismar müəllimə əyilirsə, kəlbətindən yaxud da ki, o çəkişdəki oyuq var, ondan çıxarırlar. Əgər o tərəfə çıxıbsa, sağanaqla çıxarıb təzədən yenə birləşdirir. Doğru. Eyb yox Şəhanə müəllimə, hə. Demək, doğrudur, bəli, Elmin müəllim. Deməli, müəllimlər, yadda saxlayırıq. O iki məqamı testdə qarışdırmayaq. Bir mismar əyilə bilər deyəcək. Deyəcək, əyilibsə kəlbətinlə və ya çəkicin ağzı yarıq olur, ha. Ondan çıxart. Amma yox desək ki, mismar digər tərəfdən çıxıb. O zaman deyirdik, əy sağanağın köməklə. Yenidən oduncağı vur ki, daha da möhkəmlik artsın. Birdən sizə deyir, nə desin? Burğulama əməliyyatı 2 prosesdən ibarət idi. Hansıları idi o prosesdə? Burğulama yox, üzr istəyirəm. Şuruplama əməliyyatı demək istəyirəm. Şuruplama əməliyyatı. Şuruplama əməliyyatı müəllim əvvəlcə burğu ilə deşik açılır.
Sonra vint açanla isə şurup burğulanır. Doğrudur, bəli. Əvvəlki mövzudan bir sual. Onun mili Verin yan bana. divarda bağlı deşiyə quraşdırılırdı. Hansı furnitur idi bu? Rəf saxlayıcı. Bəs birdən sizə deyir ki, qapıları bərkidən furnitur. Qapıları bərkitmə hancama. Bu olacaq həncama. Qapıların açılıb örtülməsi rahatlığını təmin edən furnitur. Dəstək. Dəstək doğrudur, yaxşıdır. Sizinlə də bu qədər. Sağ olun. Demək belə, siz də sağ olun. Digər bəy müəllimlərimizdən gələn varmı? Digər bəy müəllimlərimizdən. Yaxşı, səs soraq yoxdur. Şəlalə müəllim açsın səsi. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Deməli, gələcəksiniz Dürdanə müəllimə, narahat olmayın. Deməli, Şəlalə müəllimə, bizə deyin görək. Hardan deyin. Mismar hansı hissələrdən ibarət oldu? Hə, 100%. Bəylər futbola baxmağa gedir. Məncə də. Mismar Aha. başlayan mil hissədən bir də ucuz hissədən ibarətdir. Mismar başlıq mil uc hissədən. Şurupla bunun milində nə fərqi var idi? Şurupda üzərində vint varı mildir, başlıqdır, bir də ucuzdur. Ancaq mismarda başlıq mil ucuz hissədən ibarət. Aha, yaxşı. Kazein təbiidir yoxsa sintetik? Kazin təbii. Təbiidir. Sarı Dedik, şəklində olur. aha, deyin. Toz şəklində olur. Yəni suya qarışdırılır, istifadə edən 3-4 saat sonra yararsız olur. Ay, Yəni sağ. vaxtında. Doğrudur. Bəs birdən deyəcək ki, oduncağın səthinə çəkim neçə dəqiqə gözləmək lazımdır ki, canlı hopsun? 2-3 dəqiqə çəkəndən sonra gözləyirik, canlı hopsun, sonra yapışdırırıq. Sıxıcıda da bərkitmək olar. Yaxşı. Birdən sizə deyir ki, əl drilində dedik ki, bir dəstək var. O dəstəyin adı nə idi? Əl drilində bir dəstək fırlatma dəstəyi. O da fırlatma. Digər hissələrində sayın görək hansı yadda qalıb? Əl drilində dayaqdan, fırlatma dəstəyindən, patrondan, burğudan ibarətdir. Doğrudur. İlk dəfə sual cavab istəyirəm. Vasif adı ilə girən hansı müəllimdir? Zəhmət olmasa öz adınızdan girin ki, müəllimlər tanıyım sizi. Zoomda dərsdən sonra adlarınızı zəhmət olmasa dəyişin, öz adınızı yazın. Çünki tanıya bilmirəm başqa addan girəndə. Şəlalə müəllimə, bizə deyin görək. Dedik, burğu da. Deməli, burğuların köməyi ilə dəlik deşik açacağam. Ən birinci nə etməliyim oduncağın səthində? Burğulamadan əvvəl nişanlama işi ölçmə işi Ay, aparılacaq. Nişanlama. Nişanlama işi bəli. Nişanlama nədən yerinə yetirilir? Karandaşla və bizlə Doğrudur. dəqiqləşdirir. Bəli, son bir sual hardan gəlsin? Mişarlama qutusu hansı hissələrdən ibarətdir? Təməldən və 2 tircikdən ibarətdir. 30, Təməldən, 40, 60, 90 çiçəklikdən və dərəcə. təməldən. Bəli. Doğru. Sizinlə də bu qədər. Sağ olun. Keçirik, siz də sağ olun. Qızılgül müəllim açsın səsi. Vasif yazan hansı müəllim idi? Bəlkə də yazdı, görmədim. Ləman müəllimə. Hə, Ləman müəllimə niyə öz adınızdan girmirsiniz? Yaxşı. Qızılgül müəllimədən sonra dönəcəm, sonra dönərəm Dürdanə Aha, müəlliməyə. müəllimə sağ ol. Müəllimə, mən də Tamam. gəldim, Günlar müəllimə. Aha, xoş gəldin. Dönəcəm. Aha. Niyə vasitə girib? Kimin mikrofonu açıq qaldı yenə? Kimin mikrofonu açıqdır? Zəhmət olmasa mikrofonlara diqqət eləyək. Qızılgül müəllimədən davam edirik. Qızılgül müəllimə əvvəlki mövzunda qarşı suallar verəcəm. Tez və dərhal bizə deyin görək hansı mövzudan. Pomidor şitilər arası ara məsafə nə qədər olur? Hansı mövzudan beynimə sual gəlsə verəcəm. 8-12. 8-12 deyirsiniz. Pomidor bitkisinin bu zoğları, qol budaqları nə üçün budanır? Onun meyvəsinin daha kiçik olmaması üçün daha çox məhsuldarlıq versin deyə. Kiçik olması demək, yəni daha çox məhsuldarlıq Aha, olsun. bəli. Yetişməni yubadır onlar, düzdürmü? Bəs Bəli. yaxşı, birdən sizə deyir ki, iri ölçülü pəsahlar nəyin köməyi ilə ölçülürdü? İri ölçülü xarraf metrəsinin. Doğrudur. Salam müəllimlər, salam. YouTube'dan izləyən müəllimlərimiz aşağıdan cavabı yazın, hərdən baxıram. Yazın, izləyirəm sizi də, hərdən baxıram orada. Zoom'da olan müəllimlər isə yazmasın, çünki o biri müəllimlər görür. Bəs birdən sizə deyir ki, panelin xüsusiyyətlərini sayın. Fanel möhkəm metal məmulatdan hazırlanır. Ola bilər taxtadan daha. Yox, mən qarışdırdım, üzr istəyirəm. Fanel Panel. bəli. 3 şpon qatının bir-birinin üzərinə yapışdırılıb preslənməsindən əmələ gəlir. Yaxşı emal olunur, yaxşı kəsilir.
Aha, yəni deyirdik möhkəmdir, çatlamır. Bəli, 2 dənə də yaxşı y. Bəli, yaxşı əlir, yaxşı deməli olur. Bəs birdən sizə deyir ki, bəs o kəsici alətlərlə deyirdi ki, yaxşı emal olunan. O da möhkəm idi, amma əyilmirdi. O hansı idi? Əyilmirdi. Yonq plitələr, Bəli, hansıdır? plitələr bir də ki, onlar üçünün də ortaq cəhəti nəmişlikdən qorxmaq idi. Onlar şişirdilər. Panel isə laylara ayrılırdı. Doğrudur. Amma indi bu kəsici alətdən yaxşı emal olunan, əyilməyən hansı plitədə yazırdı sırf? Testdə onu istəyəcək. OYP yoxsa O OYP? yıpı müəllimə, o yıpı. Bəli. Çünki belə deyək də testdə, kitabda nə yazırsa müəllim. Oduncaq yonqarlı plitələr, bəli. Doğrudur. Testdə də onu istəyir. Deyirəm ki, qalınlığı 60-dır, eni 120. Hansı mişar materialdır bu? Aha. Qalınlığı enindən 2 dəfə böyük taxta. Bu taxtadır. Birinci əgər qalınlıq dediksə, bəli. Aha, dediksə, bəs diqqət eləmədik mi birinci hansını dedik? Birinci heç onu Qalınlıq demədik. dedik. Qalınlıq dedik müəllimə. Siz keçən dəfə bu suallara qulaq asmışdım. Cavab verməsəm də qulaq asırdım. Aha, doğrudur. Bizə deyin görək hardan deyin. Təsərrüfatın qayda qanunlarla idarə olunması necə adlanır? Təsərrüfatın qayda. İqtisadiyyat. İqtisadiyyat. Bu iqtisadiyyat adlanır, doğru. Niyə bilmədik ki? Təsərrüfatın qayda qanunlarla. Orada təsərrüfat sözü keçirsə. İqtisadiyyat. Aha, İqtisadiyyat. Yəni belə deyək də, köhnə kitabda da demişdik. İqtisadiyyatın 3 tərəfi vardı, üçündə də təsərrüfat sözü keçirdi. Hə? Yaxşı. Bəs birdən sizə deyir. Deyir. Ev təsərrüfatına nələr daxildir? Ev işləri, məişətdə olan həyət işləri, Ev alış-veriş, təsərrüfatına nələr daxildir? evin təmizlənməsi, yığılması, qarışdıracağam hamısını. Bax, ev təsərrüfatına deyirəm. Bir də var idi, deyirdik, ev təsərrüfatının idarə olunmasına. Bu iki sual ayrı-ayrı idi. Aşağıdan heç kim yazmasın müəllimlər, xahiş edirəm. Bax, beynimiz qarışır. Aha, yazmayın. Həm cavab verən müəllimin beynin qarışdırsın, həm də mənim. Aha, deyin görüm, ev təsərrüfatı 2 sualdır. Ev təsərrüfatına nələr daxildir? Bir də ev təsərrüfatının idarə olunmasına. Ev təsərrüfatına əmlak, Aha. Sonra qarışdırdım. YouTube'da olan müəllimlər yazın siz. Ev təsərrüfatına əmlak. İndi yazın aşağıdan müəllimlər. Bax, indi kömək istəyirik, yazın. Biri əmlak idi. 3 dənə demişdik. Pul, alətlər idi bir də. Ay, Əgər sağ ol. qarışdırmıramsa. Bəli. Əmlak, pul və saitə bir də deyirdik ki, istifadə etdiyimiz alətlər. Niyə yadınızdan çıxıb? Aha. Bax, deyəndə, bilməyəndə müəllim olsa sizdən soruşacağım. Özüm demirəm ki cavabın. Amma mən sualı müəllimə verməmiş, verən kimi dərhal yazırsınız. Da bilmir o sualı o müəllimə vermişəm, yoxsa sizə vermişəm. Növbəti sual. Bəs birdən sizə deyir ki, bayaqçının digər ikinci sualımız qaldı. Ev təsərrüfatının idarə olunması. İdarədə nə var Qızılgül müəllimi? Evi necə idarə edirik? Buranın nəyə aid ola bilər? Evin yığışdırılması idi, təmizliyi idi. Bəli. Evə aid olan Gördüyümüz işlər, ümumi deyək. həyatdaca işləri, bəli, aha. Bəli. Bax, işlər oradadır. Ev təsərrüfatının idarə olunması. Necə idarə edirəm? Mən Səliqə, səhman, təmiri falan filan. Hə? bu ikisini qarışdırdım mən. Əmlak. Yaxşı. Bizə deyin görək. Nisbət ölçü material hansı qrafik təsvirdə verilir? Texniki təsvirdə. Düzbucaqlı formasına görünüş verildi. İçində yumru dairə hansı görünüşdür? Son sual. Əsas görünüş, ön görünüş. Doğrudur. Yaxşıdır. Biraz da diqqətli olun. Yaxşı, iqtisadiyyat mövzusuna bir də baxın. Bəli, əsas mən o bayaqlarında orada çaşmışdım suallar. Yaxşı. Çox sağ olun. Siz də sağ olun. Ləman müəllimə gəlin. Çünki heç sual cavab olunmayıb. Ləman müəllimə. Açıram səsini. Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə, birinci dəfədir mən belə müəllimə ilə sual-cavabda iştirak edirəm. Biraz həyəcanlıyam. Aha, eyb yox. Həyəcan normaldır. Heç nə olmaz. Hamının bilmədiyi nəsə var. Hamımız bəyəm hər şeyi bilirik. Yox. Burada nə var ki? Yaxşı. Telefonla elə üzdə cavab eləməmişəm.
Aha, eyb yox. Ləman müəllimi, siz o günlərdə qrupumuza qoşulan Ləman müəlliməsiz, düzdürmü? Birinci dəfəmdir hələ Hə, sizdən. hə. Bizdə bir Ləman müəllimə də var. Bayaq elə bildim o Ləman müəllimədir. Yox, gəlinim yazandır. Bəli, bəli, bəli. Hə, yadıma düşdünüz. Elə Vəziyyət. bildim. Hə. Aha, eyb yox, lap yaxşı. Bayaq elə bildim o bir Ləman müəllimədir. Demək, bizə deyin görək, Ləman müəllimə hardan soruşaq, gəlin sizdən hardan. Dedik, Xarat Mişarın hansı hissələri oldu? Dəstək, kəsici, nədir bu kəsici şeydə? Bir də uc hissəsi. Aha, dəstək. O biri Ləman müəllimə, hə, Zolaq, keçəndən. zolaq kəsici zolaqlar. Aysan, zolaq, Bir də uc. işlər, dəstək. Dəstək. Doğrudur. Təmizləmə alətlərimiz hansıları oldu? Törpü, suvan, yə. Doğrudur, bəli. Bunlardan hansı idi ki, dedik, bərk oduncaqda daha çox bu tətbiq olunur, bundan istifadə olunur. Bəlkə oduncaqda yeyə idi müəllimə. Aysan, bəli, yeyədir. Bəs deyirik ki, yonucu alətlər hansılardır? Yonucu alətlər şerxebil, rəndə, bir də fuqan. Bunlardan hansının bıçağı düz formasında idi? Düz formasında olan uzunduydu müəllim. Aha. Fuqan, həmçinin də rəndənin özündə də. Rəndənin özündə də elə düz. Bəli, bəli. Bircə dənə qövsvarı, qabarıq, çobud olan hansındaydı? O şeydir, şerx, çobud yoxmada. Bəli, bəli. Bircə dənə ondadır. Bəs birdən sizə deyir ki, iki tərəf açıq deşik açıram. Demək, deşik açılana yaxın təzyiqi artırsam nə baş verə bilər? O çatlaya bilər də müəllimə. Ona görə axıra yaxın ləngitmək, yavaşlatmaq lazımdır ki, iki tərəfli açıq deşiyi aça bilək. Aysan, doğrudur. Yəni bilirik ki, nə çatlayacaq? Yəqin pəs daha deyirsiniz, düzdürmü? Bəli. Yaxşı olsun. Bir sual da sizə hardan gəlsin, hardan gəlsin. Bizə deyin görək, şurupun başlıq formaları hansılar oldu? Şurup başlıq forması girdə, yarım girdə, bir də yarım dairə. Baxın, həmişə belə yada. Gizli, müəllimə, gizli, yarım gizli, bir də yarım dairə. Elə mi? Doğru. İndi düz tapdıq. Doğru. Səhv saldım. Aha, gizli, yarım dairə. Doğru. Gizlidən istifadə olunur. Mebellərin zadın hazırlanmasında gizlidən istifadə edilir. Bəli. Çünki onun başlığı düz olduğuna görə biraz səthə keçib sanki gizlənir. Bəli. Bəli. İki detalı birləşdirirəm, mismar digər tərəfdən çıxdı. Nə etməliyəm? Onu ya kərbətinlə, ya da müəllimə. O çəkişin arxa tərəfində ağzı yarıq şey olur. Onunla çıxardıb, düzəldib, sağına uzanıb, yenidən vurub bərkitmək lazımdır. Aha, biri var, demək mismar əyilsə düzdür. Siz deyəndə kəlbətin ya da çəkisin ağzındakı deyir ki, yarıqla düzəlt. Amma digər tərəfdən çıxanda biz onu daha çıxartmırıq. Elə nə edirik? Əyirik. Qayıdıb yenidən vurub möhkəmləndiririk. Bəli, yenidən möhkəmləndiririk. Bir sual da sizə hardan gəlsin, hardan gəlsin. O hansı yapışqan etki dedik, sarımtıl toz halındaydı. Yapışqan deyil müəllimə. Kazein yapışqan. Doğrudur. Əslində ilk dəfə sual cavab üçün pis deyil vəziyyətiniz. Bir təhər toparladım müəllimə. Yox, yaxşıdır. İnşallah daha da yaxşı olar. Testdə çox gözəl işləyirəm. İndi siz də mənə bağışlayın. Qızım da müəllimədir, gəlim də savadlıdır. Bunlar verirlər. Testdə işləyir. Amma şifahi ağızdan heç nə deyə bilmirəm. Belə bax, təntiyirəm. Bildiyimi də görürsünüz şurupda nətəri. Adi taşıydı, yanıldım. O eybi yox, o problem deyil. Bax, görürsə elə neçə müəllim də bu hal olur ki, şifahi sualcaqda çətinlik çəkir belə. Burada nə var ki, heç bir narahatçılıq yoxdur. Yaxşı. Allah razı olsun, canınız sağ olsun. İzahlarımız aydındır mı sizə, deyin görüm. Çox, çox. Elə gündə qızlara elə deyirəm. Deyirəm, nə yaxşı tapdınız bu müəlliməni, xoşum gəldi. YouTube-da da dərslərinizə qulaq asıram, baxıram. Aha, nə gözəl. Qızdan gəlin sizdən ötürü ortaqda həlak olub, hə? Sağ olsunlar. Keçən il 50 riyaziyyat informatikadadır. 50 topladı. Hey, ona söylənirdim ki, zəng gelib deyəndə ki, amma 50 yığdım, pis olmuşdu. Deyirəm, niyə 51 yığmadın? İndi özüm baxıram ki, deyirəm, qızı hey danlayırdım. Deməli, hasad deyil,
Nəsə xeyirlisi olsun hamımız üçün. İnşallah hamı 30 üçün. Hə, mən onsuz da 32 ildir müəllimə işləyirəm. Bir 50-cə, biri 30-ca bar yığsam bəsdir, artıq istəmirəm Yox, Allah. elə niyə məqsədlərimiz böyük olsun? Niyə 50 plus gəlməsin ki? Yaxşı. İnşallah, inşallah. İnşallah. Belə. Siz də sağ olun. O 50 bal müəllimlər elədi ki, o 50 bal adamı yandırır, tökür. Məsələn, 48 toplasan, heç o qədər insana təsir eləməz. Amma Elə 50 ki topladın, nə o yanlıq, nə bu yanlıq, o bir bal insanı yandırır bir həqiqətən. 33 saat dərsi var müəllimə. Bax 10% artımla alır. Deyirəm kaş o bir balda yığardın. O da məntiqdən yığar. İxtisasdan 48 yığıb. Kurikulumdan hazırlaşmadı. Uşaqları körpəydi. Heç nə hazırlaşmadı. Birbaşaca getdi. Hə. İnşallah sağlıq olsun. Yeni Amin, amin. Sağ Beşir. olun. Sağ olun müəllimə. Sağ Vaxtınız olun. sağ Sağ olun. olun. Demək belə, Dürdanə müəlliməyə gəlin. Sonra dönürəm Gülnar müəlliməyə. Axşamınız xeyir müəllim. Salam, salam. Demək, Necəsiz? gəlin, sağ olun, yaxşı olun. Gəlin sizdən nəyi soruşum? 51. Amin, amin. Hamı üçün gözəl nəticə. Təbii ki, bunun üçün də çalışmaq lazımdır müəllim. Müəllimə mən 95 plus gözləyirəm inşallah özümdən. Niyə də olmasın ki? Siz düzü keçən də bizimlə çalışdınız. Həqiqətən Dürdanə müəllimə də zəhmət çəkən müəllimlərimizdəndir. Niyə də olmasın ki? Yenə də eyni səylə Müəllimə dünən çalışın. 280 testi işlədim, bir dənə də səhvim çıxmadı. Aferin, maşallah. Deməli, belə. Sağ olun, Şahanə sağ. müəllimə keçən dəfə sual cavab eləmişəm. İndi hələ ki heç sual cavab eləmədiyim müəllimləri sonra dönəcəm sizlərə. Yaxşı. Demək, belə. Dürdanə müəllimə bizə nəyi deyin görək. Dedik, bütün yonca alətlər hansı hissələrdən ibarətdir? Deməli taxta və ya metal qəlibdən, tazdan, bıçaqdan, dəstəkdən. Aha. Verstakda mizin üst taxtasının hissələri hansılar idi? Üst taxta yuvalar, paz, nov, dayaq, ön sıxıcı, arxa sıxıcı. Yaxşı. Uc və qəlibdən ibarət anlayışı siz çıxardın. Xarbat bucaqlığı. Yaxşı. Bizə deyin görək. Deyin görək nə? Neçə gündən sonra polietilen örtüyü çıxardırdıq yeşikdə? 4-6 gün. Aha, 4-6 gün. Neçə yarpaq açandan sonra yerini dəyişməliyik? 4 yarpaq. 3-4 yarpaq. Bəs birdən sizə deyir ki, o hansı furniturdur ki? Nə üçün o furnitur? Onu yox, onu da yox. Gəlin nəyə soruşaq? Qapıların hərəkətli olmasını təmin edir bu furnitur. Maqnit saxlayıcı cəzb edir maqnitlər. Dəstəklər hansı materiallardan hazırlanırdı? Taxtadan, metaldan, nazik plastik kütlədən. Burulama üsulları hansılar oldu? Burğulama. Həmən bir tərəfi açıq, iki tərəfi açıq deşiklər. Yox, burğulama üsulları. Şurupun burğulanmasını deyirsiniz müəllimə. Elə bu günləri keçdik ki, mövzumuzda drellərdən olan mövzuda. Görün bir də gözü fikrini toparlasın. Müəllimə, nəyi başa düşmədim sualı tam olaraq. Burğulama üsulları. Mən deşik açmaq istəyirəm. Nəyin üzərində bərkidim? Verstakın sıxacı onu deyirsiniz müəllimə. Bəli, bəli. Düşdüm. Verstakın sıxacında bir də deyir hara qoy. Dayaq üzərində. Müəllimə, dayaqdaydı, hə, bəli, dayaqda. Aha, verstakın sıxacında bir də dayaq üzərində. Bəs yaxşı, bir sual da hardan gəlir? Şuruplama əməliyyatı hansı hissələrdən əməliyyatlardan ibarətdir? Burğu ilə deşiyin açılması, bir də vint açanla şurupun bağlanması. Doğrudur. Bu qədər sizinlə. Keçirik Sağ olun, indi Gülnar müəllimə. Sizə sağ olun. Gülnar müəllimə dərhal açın səsi. Müəllimə. Aha, Gəldim müəllim. xoş gəldiniz. Bizə deyin görək. Hansı? O yox. Dedik ki, mexaniki əl dilində bir ötürmə var. O ötürmənin adı nə idi? Bir mexanizm Mexanik var. əl drelində. Bəli, bəli. Bir mexanizm var. Dişli mexanizm. Dişli Sağ ol. mexanizm. Fırlanmanı nə edirdi? Dəstəkdən patron ötürürdü. Dəstəkdən patronu ötürən dişli mexanizm. Aha, yaxşı. Şurup təyinatına görə deyəndə nə götürəcək? Şurup təyinatına görə Aha. buk, şurupdursa buk, mismardırsa buk götürür. Yaxşı olsun. Birdən sizə deyəcək ki, nə desin? İlkin o kobud yonmada o yonucu alətdən istifadə olunur. Hansından söhbət gedir? Müəllimə, səsiniz qırıq-qırıq gəlir, üzr istəyirəm, internetim Aha. zəhərli deyə. İlkin kobud yonmada o yonucu alətdən istifadə olunur. Hansı yonucu alətdir o?
Çerxi O şerxebildir. aşağıda yazmayın da. Aşağıdan tez yazmayın. Tez yazmayın. Yenə başladı ha müəllimlərimiz oradan yazmağa. Çıxın çölə tez. Zoom müəllimlərinə aiddir. Yazmırıq aşağıdan. Növbəti sualımız hardan gəlsin? Dedik ki, yorucu alətlərdə qəlib hissə var. Qəlib hansı materiallardan hazırlandı? Hı. Metaldan Bir də ım, metaldan, bir də nə? Qəlib taxtadan olur. hə, Taxtadan, bir də metaldan və metaldan. qəlb. Aha, yaxşı. Hı. Bəs birdən sizə deyəcək ki, dedik müxtəlif əyri xəttli səthlərin emalında, sonra çıxıntıları emal etmək, emal payını çıxarmaq üçün törpüdən istifadə olundu. Sumbata kağızı iri dənəcikli vardı, bir də xırda dənəcikli. O hansı idi ki, pardaxlama işlərində, ağartma, bayaq dediyimiz o divar işlərində istifadə olunur? Xırda dənəcikli. O xırda. Amma demişdik iri dənəcikli, iri zərrəcikli. O Yonma, neydi? yonma, Oduncaqdan belə deyim də, o biraz yonma. daha qalın təbəqə çıxardır. Qalın dizlərlə. Qalın təbəqə Qalın çıxartmağa xidmət edir. Pomidor ştili hansı hündürlüyə çatanda daimi yerinə əkilir? Gülnar müəllimə. Səsimiz gəlir ora? Gülnar müəllimə desin interneti getdi. Ay Allah, bu internet problemlərinə həmişə dərsə qoşulanda başlayır. Aha. Müəllim eşidirsiniz məni? Bəli, bəli, bəli. Pomidor ştili hansı hündürlüyə çatanda daimi yerinə? Aha. Pomidor ştili hansı hündürlüyə çatanda daimi yerinə əkilir? 10-15 santimetr. Hündürlüyə çatanda 10, daimi yerinə əkilir. bəli, 10-15. Bizə deyin görək, onun köməyi ilə düz bucaqları ölçüb nişanlayırlar. Son sualım. Düz bucaqlar bucaqlıqdır. Aha, deməli doğrudur. Bu olacaq bucaqlığın işi. Yaxşı. Sizinlə də bu qədər. Keçirik digər müəllimlərimizə. Sizə sağ olun. Necə idin müəllim sualda? Biraz internet kəsintisi var idi deməli Rüqay. Necə idin sualda? Tam səssiz eşidə bilmirdim. Ona görə yaxşı cavab vermədim. Aha. Yox, əvvəlcə cavablandınız. İndi bir-iki sualda o da olar. Səsimiz yəqin sizə gec gedir. Yaxşı. Aha. Heç sual cavab olunmayan kim var? Yanvar qrupunun müəllimlərindən heç sual cavab olunmayıb. Heç sual cavab olunmayan müəllimlərdən kim var? Kim sual cavab olunmaq istəyir, amma yəni heç sual cavab olunmayıb. Bax, sonra deməyin, ha, elə vaxt çağırıram, gəlmirsiniz. Sonra da deyirsiniz ki, məsələn, neçə dərsdə sual cavab olunmamışam, ya və yaxud da ki, heç sual. Kim sual cavab olunmayıbsa, biri desin. Yaxşı. Onda qayıdıram keçən dəfə, əvvəlki dəfə sual cavab olunan müəllimlərə. Sayalım Gəlin müəllimə. bana cavab olmamışam. Əlimi qaldırmışdım bayaqdan. Bilmirəm, Hə, görünmürdü cavab. Lalə müəllimə, Güllü müəllimə, yaxşı. Sonra dönərəm Sayalım müəlliməyə. Lalə müəllimə bizə hardan desin, nəyi desin. Qarışıq verəcəm. Keçdiyimiz mövzulardan olsa qarışıq verəcəm bayaqdan. Bizə deyin görək, Lalə müəllimə, nəyi deyin? Hansı mövzudan soruşaq sizə? Ümumiyyətlə 3 dənə tərtibat keçdik oduncaqda. O tərtibatların adını sayın. Mişarlama qutusu, bunlar deyirsə, dayaq, bir də atlıq taxta. Atlıq taxta. Ülgünü çəkmək üçün istifadə olunurdu. Nədən söhbət gedir? Atlıq taxta. Atlıq taxtadan. Yaxşı. Mişarlama yeri nə idi? Mişarlama yeri, mişarın taxtada açdığı yarıq, kəsik belə olmalı idi. Aha, yaxşı. Bizə deyin görək. Mişar materiallarının 4 elementi vardı. Hansı idi o elementlər? Kənar, bunlar idi də, düzdür. Kənar, enli səth, yoxsa necə? Təbəqə lay, kənar, til, təpə. Til, təpə, yaxşı, doğrudur. Dedik qalınlığı 100 millimetrə qədər eyni qalınlığından 2 qat artıq olan mişar materialı. Taxta. O taxta imiş, yaxşı. Bəs birdən sizə deyir nə? Əyri xəttli səthlərin emalı və məmulatın təmizlənməsində hansı alətdən istifadə olunur? Suvant. Suvantdan, yaxşı. Sizə deyir ki, ev təsərrüfatına nələr daxildir?
ev təsərrüfatına əmlak, belə deyim, pul, maliyyə, bir də əmək alətləri. Pullar, əmək alətləri. Bəs birdən sizə deyir ki, nə desin? Nə desin, hardan desin? Rəf saxlayıcı hansı materiallardan hazırlanırdı? Rəf saxlayıcı metal, plastik, taxta və nazik plastik. Belə deyim. Bəs yaxşı, dəstəgah da hansı materiallardan hazırlanırdı? Əksinə dedim mən. Aha. Dəstəkdə hər üçü var idi. Amma rəf saxlayıcıda biri yox idi. Dəstəkdə rəf saxlayıcıda biri yox idi. O hansı idi? O bir dənə olmayan. Taxta. Taxta yox idi. Demişdik rəf saxlayıcı. Metal və plastikdə idi. Ay, sağ, bəli, doğrudur. Aha, bəs birdən sizə deyir ki, nə desin? Nə desin, hardan desin? Elman müəllim deyir rada. Bax, Elman müəllim izləyir. Çox dərslərdə görürəm. Qoşulur, dinləyir. Baxmayaraq noyabr qrupunda, amma çox dərsdə görürəm həqiqətən. Lap yaxşı. Bizə deyin görək Lalə müəllimə. Hardan deyil? Dedik. Çox güman ki, gələn dərs sınaqdır. Qrupunuza səs göndərəcəm. Sevinç müəllimə nəsə narahatdır, sınaq istəyir, hə? Sevinç müəllimə. Görəcəksiniz sınaqlarımızı, narahat olmayın. Bizə deyin görək. Onu deməyin. Drill hansı əllə tutulur? O iş ardıcılığı necədir? O ardıcılığı deyin bizə. Drill, Bəli. arxa tutacağı sağ əllə, qabaq dəstəyi isə sol əllə tutulur. Elə bil siz rəndədən danışırsınız, amma mən drill soruşdum. Drill. Drilldə sol əlin ovcu dayağa bərkidilir. Elə deməli, sağ əllə fırlatma dəstəyi sadə qəribə istiqamətində hərəkət etdirilir. Elə. Amma lap əvvəlcədən nə etmək lazımdır? Orada nişanlama, vurğulama yerini nişanlamaq lazımdır karandaş və ya bizlə. Daha sonra onu düz bucaq altında yerləşdirmək lazımdır dik. Sonra dediklərim elə gedir də. Yaxşı, olsun, belə getsin. Mişarlama qutusu nələrdən təşkil olunub? Mişarlama qutusu təməl və 2 tirdən ibarət elə idi. 2 tircikdən və Təməl. təməl. Yaxşı. Sizinlə də bu qədər. Qayıdıram Güllü müəlliməyə. Biraz daha da yaxşı olsun. Yaxşı Lalə müəllimə. Yaxşı müəllimə. Müəllim, olar bir şey soruşum sizdən. Biraz Soruşun. mən axırıncı dəfə 2018-ci ildə vermişəm də işə qəbul olanda imtahan. Yəni ondan sonra heç olmayıb. İndi sertifikasiyaya hazırlaşıram. Düzdür, çox həvəslə hazırlaşıram, amma bir tərəfdən də darıxıram ki, görəsən çatdıracağıq. Niyə Sizcə çatdıra bilmirik? bir şey soruşmaq istəyirəm. İndi bu link atırsınız qrupa, əvvəlki qruplar. Bəzən qoşulmaq istəyirəm, belə darıxıram deyə ki, çatdırmaq olmaz da onu ki. Bəzən də özümü çox yükləmək istəmirəm. Necə fikirləşirsiniz mənim çatdıracağım? Niyə ki? Niyə yüklənmə olur ki? Qoşulun, dinləyin. Yaxşı. Həm də ki, öz qrupunuzla da çatdıracaqsınız. İndi mən dərs hamıya açıqdır deyə ətraflı da indi burada məlumat verə bilmirəm. Amma ondan narazı. Bax, ən çox əsəbləşdiyim məqam nədir? Deyim sizə. Bax, elə Lalə müəllimə yaxşı mövzunu açdı. Hələ təzə bismillah eləmişik. Hələ cəmi 4-cü dərsimizdir. Görəsən biz neçə dəfə təkrara gedəcəyik. Və hətta ki, biz neçə dəfə. Hələ bunu bir gedişatı qəşəng-qəşəng öyrənin. Təkrardan narahat olmayın. Çünki mən imtahana yaxın... Bilirsiniz mənim, ona görə istəyirəm. Çoxdan da imtahana girmirəm deyə. Çünki sınaqda işləmə, bayaq müəllimlər deyir sınaq olacaq. Onu eşidəndə biraz sevindim ki, ümumi suallar düşəcək də, özümüzü yoxlayaq. Əlbəttə ki. Demək, bax, Elman müəllim deyir ki, mütləq deyir qoşulun. Baxın müəllimlər, əsas gedişatda yaxşı öyrənin, təkrar ondan narahat olmayın. Təkrarı necə lazımdırsa mən keçirəm. İndi əvvəlki qrupda olan müəllimlər bilir də, imtahana yaxın bizim gecəmiz, gündüzümüz olmur. Gecə gündüzümüz olmur. Yəni, indi qısa bir müddətin içində nələr eləyirik də, indi mən burada ətraflı deyə bilmirəm. Qısa Mənim boş müddətin düşürəm. Mən də içində. istəmirəm arada bir boşluq qalsın. İstəyirəm elə davamlı. Niyə boşluq qalsın ki? Bax, niyə boşluq? Niyə o mənfi fikir beynimizə gəlir ki, Yox, hardasa 60 boşluq bal olur? fikirləşirəm, elə oxuyuram ancaq başqa Olsun, niyə də olmasın? Gedib yüksək bal yığanlar kimdən artıqdır ki? Hə? Hamının sadəcə nədir?
Sirlər açmayım müəllimə. Demək nə? Gələnliklə olmasa öz dərsimizə qoşuluram, eybi yox. Amma yəni ən azından heç olmasa öz dərsinizi layiqincə yerinə yetirin, geri qalmayın. Bir də ki, yüksək bal yığanlar nəyimiz belə deyim də, tutaq ki, yüksək bal yığanların bəzən insan deyir ki, "Ay, görürsən onun nəyi artıqdır tutaq ki, məndən." Nəyi artıqdır? Bir dənə bir şey. Məsuliyyəti, disiplinli şəkildə dərsə hazırlaşması, yüksək bal yığanların bəli, bu şeyi o biri müəllimlərdən ola bilər ki, bəli, biraz daha yüksəkdir. İndi bəzən deyirlər ki, imtahan şans məsələsidir. Buna çox cüzi, biraz bəli, yəni belə bir şey var ki, çox cüzi payı var şansın. Qoy bunu deyim müəllimlər. Bəzilər deyir ki, məsələn, mənim şansım gətirmir, bəxtim gətirmir. Deyə özünü də şanssız bir insana çevirir. Qoy bunu da deyim. O qədər deyir ki, mənim şansım, bəxtim gətirmir. Deyə özünü də şanssız bir insana çevirir. Və üstəgəl digər bir şey də deyə bilərəm. Yüksək bal yığmaq da şans məsələsi. Tutaq ki, müəllim 90 plusdan çıxıb. Axı mən necə o müəllimin haqqına girim, deyim ki, şeydir. O müəllim şansı gətirdi 90. Axı bu daha 90 plus şans ki, ola bilməz. Elə O qədər də deyil. şans olmaz. Bəli, o deməli bunun zəhməti var ortada, yuxusuz gecələri var, yorğun gecələri var, şişmiş gözləri var, nə bilim, yorğun üzü başı var bunun arxasında. Hə? Ona görə həm müsbət, pozitiv düşünməyə çalışın. Mən hər dəfə indi motivasiya olsun deyə müəllimlərə müəyyən qədər o yer verirəm bir neçə dəqiqəlik. Həm pozitiv düşünün, həm də zəhmət çəkin. Yəni Müəyyən, müəllim, mən də fikirləşirəm ki, yəni bəli. kitabdan kənar bir şey düşməyəcək də bu Əlbəttə ki, artıq kitablardan, son illər dərsliklər. demək olar ki, kitabdan Amma düşür. hərdən deyirlər ki, bu testdə səhvlik var, deyirəm ha, buna bax, necə biraz şey olur, miqdə düşürüz, deyirlər düzgün Aha. variant olmur. Deyirəm, bəs onda necə 40 yığırlar, 50 yığırlar? Aha, yox. Əvvəlki illər idi ki, məsələn, imtahanlarda səhv sual olurdu belə, amma indi şükür Allaha o da yığışdırılıb. Belə, yaxşı, özünüzə güvənin, inanın, gözəl məsuliyyətli şəkildə hazırlaşın, onda da yaxşı Yaxşı olacaq. müəllim, çox sağ olun. Siz də sağ olun. Bəzən məsələn nə olur müəllimlər, indi qıraqdan baxırlar ki, məsələn deyirlər, ay şanslıdır bu insan, nə bilim, ay bəxtəvərdir, belədir, elədir. Amma mən o dəfə də belə bir paylaşım eləmişdim ki, bəzilərinin şans dediyinə, məsələn, mən nə deyirəm, yuxusuz gecələr, yorğun gözlər, zəhmət, nə bilim, əziyyət, o soyumuş çay, soyumuş yemək, nə bilim, belə. Bəzilərinin şans dediyinə mənsə bunu deyirəm. Çünki niyə? Heç kim uğraşsan əldə eləmir. Nəyisə də əldə eləməkdən ötürü deyir, nəyisə qurban verməkdən. Burada qurban isə böyük bir anlamda getmir. Qurban nədən gedir? Öz istirahətimizdən, öz yuxunuzdan kəsirsiniz, öz nədən. Görürsünüz gecə saat bir də görürsən neçədən mən nəsə yazıram qrupa, nəsə atıram, nəsə neyirəm, indi siz təzə başlamısınız hələ. Hələ imtahanı yaxınlaq görəcəksiniz. O bir müəllimlər tanıyır məni. Deməli nə? Onda indi qıraqdan baxıb deyəcəklər ki, Ruhani müəllimə şanslıdır belə də deyənlər var ha, bilirəm onsuz da. Amma demək lazımdır ki, gecə saat 4-də 5-də mən yuxumdan kəsirəmsə mən şanslı insan deyiləm. Zəhmətkeşəm, hə. Və hətta ki, bunu digər deyim, sinonim sözlərini götürə bilərik. Yoxsa heç kim şansından gedib 90 plusu yığmır, sözümü oraya gətirəm və hətta ki 50 plus. Bu artıq şans məsələsi deyil. Deməli bu insanın yetərincə zəhmət olub ki, gedib bu balı yığıb. Hamıya aiddir. Biraz ayırırıq, özümüzə çəki düzən veririk, bütün qruplara aid. Belə. Dərhal davam edirik bir neçə müəllimlə. Bir müəllimi də sual cavab eləyirəm. Əlləri cibində olur, pilləkənlərdən qalxmaq olmaz. Ruhani müəllim. Bəli, həmişə deyirəm mən o cümləni. Əlləri cibində, uğur pilləkənlərdən qalxmaq. Ay, o məndən getdi, belə topladı. Ay, bu belə topladı. Zəhmət çəkib gedib toplayıb. Məsələn, sən yatan vaxt o müəllim hazırlaşırdı. Sən belə eləyən vaxt, sən istirahətindən qalmayan vaxt o öz komfort alanından çıxmışdı. Belə, müəlliməm də psixoloqdur, maşallah. Yəni, düzün danışırıq müəllimlər. Düzün danışırıq ki, yəni reallıq budur. Belə, qayıdıram tezkən. Güllü müəllim açın səsi. Bəli. Aha. Birazdan istəyirəm mesaj bölməsə biraz sual yarışı eləyək axı, hə? Güllü müəllimə bizə nəyi desin, hardan desin? Bir dənə beynimizi toparlayırıq. Nəyi soruşuruq sizdən? Müşarlama qutusunda bucaqlar nə qədər oldu? 30, 40, 45, 60, 90. Düz dedim. Aha, yaxşı, doğru. Bizə deyin görək, hardan deyin. Səsim batır. Kurikulumdan da çıxmışam, saat 7-dən dərsliyimdə, ona görə səsim batır. Bəzən də amma qıraqdan baxıb şanslı deyirlər. Bir də o deyir, sonda bir dənə peçat. Bəzən qıraqdan baxıb şanslı deyirlər, amma şans məsələsi deyil. Ortada bir uğur varsa, deməli böyük bir zəhmət var. Müəllimə
Deyirik ki, çatdıra biləcəyik. Yadıma o ilk qoşulduğumuz anlar yadıma düşdü ki, 20 neçə gün içində biz materiallarını qurtardıq. Ay sağ ol, bəli, bəli. Bax Güllü müəllimə də bizim veteranlardandır. Özə ilk Onun ilinizdə lap çoxdanlar. ay sağ ol. İlk ildə nə qədər yığdınız? İxtisasdan neçə düz oldu? Əmsalla düzü 90-ı keçdi Güllü müəllimə. 90 neçə bal oldu Güllü müəllimə? Onda xeyr, onda 60-dan idi həmən ilimiz. Onda Hə, hə, mən hə. yığmışdım 49. Həmən ili 49 yığmışdım 60 baldan. Ay Amma sağ ol. keçən il 84, əmsalı səhvlik eləmişdik, əmsal gəlmədi. Ondan əvvəlki ildə 92. 92 ay sağ ol, bəli, doğrudur. Mən, Bu mən də ildə 2018-də elə özüm oturub hazırlaşmışdım, amma 20 gün içində cəmi 48 bal yığmışdım. Elə ay, qəbul amma, olmuşdum. amma indi bilirsiniz ha, indi ağlımız o 2000 neçələrə getmir. Hə? Elədir. Ona görə deyirəm ki, neçə illərdir getmirəm deyə qorxuram başqa cür Aha, hisslər. qorxunu yenirik. Qorxunu qoyursunuz qırağa Ali müəllimə. Yaxşı. Tamam. Aha, verilənləri yerinə yetirin, sonra heç nədən qorxmursunuz. Demək belə, Güllü müəllimə bizə desin, hardan desin. Gəlin soruşaq sizdən nəyi? Nəyi soruşaq, nəyi soruşaq? Onu soruşduq, onu da soruşmuşuq, hə? Sizə birdən desin, nə desin? Dedik ki, nə edirik? Onlar da soruşmuşam. Hı? Gəlin biraz keçim təkrardan soruşacağam. Təkrardan soruşaqmı sizdən? Bizə deyin görək, deyin görək, deyin görək. Hardan? Mənə deyin, səsim gedir, üzürlü sayın. Sizdən gəlin nəyə soruşum? Hansı hissələri qarışdıra bilərik? Siz super dərs keçirsiniz, insanlığınız çox yüksəkdə alası varsa, çox sağ olun, minnətdaram dəyər verən müəllimlərə. Gəlin sizdən hansı hissəni soruşmadığımız, çətin gələn görək nə var? Çətin gələn. Ailədə əmək təsərrüfatının təşkili deyirdik. Ailədə əmək Bəli, fəaliyyətinin təşkili. Onlara nələrə aid idi? Onları sayın elə bizə. fəaliyyətin Çətin olsa təşkili çətin. deyəndə, deməli, ailə üzvlərinin tələbatlarının ödənməsi, Hı hı. təhsillərinə təhsil haqqı alardı falan. Sonra Ay, e, sonra nə var yadımda tutdu. bəli, yəni elə bu əsas odur ki, bilək. Hə, Bir neçəsini saysanız da problem deyil. Aha. bəli, o var idi. Sonra Bəli. Yəni ailə əmlakını artırmaq, peşə, təhsil, artırılması, tərbiyə. onlara köməklik idi. Yəni uşaqlara, Hı hı. qocalara qayğı idi. Hı hı. Bunlar hamısı ailə təşkili idi. Aha, doğrudur, bəli. Ardıcıl yadımdan çıxdı amma. Doğrudur, elə düz sayırsınız. Bəs birdən sizə deyəcək ki, hansını soruşum? Deyirəm ki, xarat bünyəsi ilə bucağı ölçdüm. Gəlim nəyin üzərində qrup bucağıma baxmalıyım? Transport üzərinə qoyuruq. Transporterin. Sadəcə bucaqları ölçüb nişanlayan deyəndə nə götürürdük? Sadəcə bucaqları ölçüb nişanlayırsa, bu transporterdir. Transporterdir. Dəliyin görünməyən kontrans xətlə çəkilirdi. Əsas dəliyin görünməyən ştrixli. Ştrixli. Amma detalın konturu deyəndə Nöqtəli. detalın konturu bizə nədir? Əsas. Hə. Aha, sizin fikriniz o birdə qalıb. Simmetri yoxunda qalıb. Simmetri yoxu. O ştrix nöqtəli idi, hə? Bəli. Hı -hı. Sizə bir görünüş verdi, dedik içində tor var və yaxud da ki soldan sağa xəttlər var. Soldan görünür. Bu olacaq soldan görünüş. Yaxşı. Bir sual hardan gəlsin sizə? Onun köməyi ilə nə etsinlər? Nə etsinlər onun köməyi ilə? Onu soruşuram. Onun köməyi ilə nə edək? Deyirəm ki, sadəcə əyri xətli səthləri təmizləyirik, bir də məlumatın təmizlənməsinə istifadə edirik. Törpü. Törpü nədir? Suvand. Suvand. Amma sizə deyir ki, müxtəlif əyri xətli səth, emal payını çıxarmaq, çıxıntıları emal etmək. Orada da törpüdür. Vəsaitlərin hansı növləri var idi? Bu tərəfdə maddi, bir də maliyyə, maddi. İki dənə buradadır. Bir də var idi orada əmlak, energetik, əmək, energetik, Elə bitdi də ikisini bayaq. Maddi, maliyyə, əmək, energetik. Hə, dedim. Aha. Bir sual da hardan gəlsin? Hardan gəlsin? Qalınlığı 100 millidən az, eni qalınlığından 2 dəfə az. Tircik. Bu tircikdir. Bəs bu mişar materiallarının dedik ensiz səthinə nə deyilir?
Kənar. Kənar deyilirmiş. Kənar deyilirmiş. Sizə deyir ki, oduncaqdan qapı pəncərə hazırlayan şəxs kimdir? Xarratdır. Amma oyub nəsə hazırlayırsa Yox, dülgər. dülgərdir. Həkkak, hakkak, oyma həkkak. Sən Dülgər. həkkac. Aha. Son bir sual. Dedik. Vurğulardan hansı ikisi oldu ki, o şəkildə verilmişdi ki, ikisində bir tili göstərirdi, o birisində isə üçündə. Deməli, spiralvari ilə qaşıqvaridə bir var, o da əsas kəsilən til var, amma mərkəzvari ilə şinekvaridə hər üçü var. Doğrudur, bəli. Sizinlə də bu qədər. İndi Sağ olun. müəllimlər, siz də sağ olun. Son olaraq istəyirəm sual yarışı keçirək. Bir 6-7 dəqiqədə sual yarışı eləyək, ondan sonra çıxaq. Qarışıq test-test suallar. Görək kim nəyi bilir, kim nəyi bilmir. YouTube-da olan müəllimlərimiz sizlər də oradan yaza bilərsiniz. Zoom-da olan müəllimlərimiz isə buradan yazır və kim də yazmaqda çətinlik çəkirsə, mən sualı verəcək, siz şifahi cavablandırın. Yoxsa fərqi nədir? Şifahi də cavablandırsanız deməli bilirsiniz də. Hökman deyil ki, məsələn, əgər yaza bilmirsinizsə söhbət gedir, amma yaza bilənlər buyursun. Tez və dərhal başlayırıq. 5-in harasından başlayaq, hansı hissədən başlayaq? Deyin görüm, qoy beynimi formatlayım. Səsi açırıq müəllimə, səsi cavab verir, yoxsa yazırıq Yox, orada? yazırsınız, yalnız yazmaq. Barmaqlarınız biraz ağrısın, yuxunuz qaçsın, gedəsiz dərsdən sonra testləri işləyəsiz, kimin test borcu qalıbsa təhvil versin. Tez və dərhal deyin görüm, tez və dərhal hardan? Əvvəlki mövzularımızdan biraz başlayaq, görüm hansını soruşum. Onu yox, onu da yox. Mənə deyin görüm, nisbət ölçü material hansı qrafik təsvirdə verilirdi? Qısa yaza bilərsiniz, tez və dərhal. Nisbət ölçü material, tez və dərhal. Texniki təsvir yazanlar, afərin, doğrudur. Deyirəm ki, o hansı sumbata ki, o qalın təbəqə çıxarır. İri dənəcikli yoxsa xırda dənəcikli? İri yoxsa xırda? İri yaza bilərsiniz, bəlkə də xırda yazın, x yazın biləcəyik. Qalın təbəqə çıxarırsa bu hansıdır? YouTube-dan izləyən müəllimlərimiz sizlər də yaza bilərsiniz. Demək, o olacaq iri. Afərin, doğrudur, yaxşıdır. Meşə və mişar materiallarını ölçüb nişanlamaq üçün istifadə olunur. Meşə və mişar, tez və dərhal. Meşə və mişar, tez və dərhal. Metal ölçmə lenti və ya da ruletka. Nəmin təsirindən laylara ayrılırdı. Söhbət nədən gedir? Nəmin rütubətin təsirindən laylara ayrılırsa söhbət nədən gedir? Tez və dərhal. Tez və dərhal nəmin təsirindən laylara ayrılırsa, demək ki, bu fanerdir, doğrudur. OYP nə qədər qalınlığında istehsal olunurdu? Tez və dərhal. OYP nə qədər qalınlığında istehsal olunurdu? Doğrudur. 10, 26. Bəli, doğrudur. Şurupu burub bağlamaqdan ötürü hansı alətdən istifadə olunurdu? Şurupu burub bağlamaqdan ötürü. Onun adı nə idi? Tanıdığımız elə nədir bu? Vinç açan, yəni bildiyimiz atvorkalardan söhbət gedir. Doğrudur, bəli, əsəm. Hansı tərtibat idi ki, onun köməyi ilə oduncağı mişarlayırdıq? Oduncağı, yəni sadə formada mişarlayırsan. Hansı tərtibatdan söhbət gedir? Yəni imkan vermir də oduncaq əlimizin altından qaçsın. O dayaqdır, yaxşı. Mənə deyin görün, fırlatma dəstəyi hansı dreldə var? Əl, elektrik, mexaniki. Aha, orada ilk ikisində yazan kim idi? Çox sürətli getdi, adını oxuya bilmədim. Qayıdıb oxuyaram, amma vaxt gedir. Həmin müəllimə afərin. Birincisi biri yazdı əl, biri yazdı o birisində. Bu nədir ki? Fırlatma dəstəyini soruşdum, yazıqlar olsun. Kim idi o ikisini yazan? Daha vaxtımız gedir, yoxsa dönüb baxardım yorumlara. Aha, sonra ardınca bir neçə müəllim də yazdı. Onlara afərin. O birlər bilir də hansı kim nəyi yazıb. Onlar çıxa bilər çölə. Mədəni surətdə çıxın, ərazini tərk edin. Belə radara düşərsiniz. Salam, radara düşənlərə bir salam veririk. Aha, yaxşı. Davam eləyirik, davam elə bilər ki, hər Müəllimə, şey. siz fırlatma dəstəyini soruşmadınız, üzr istəyirəm. Bəli. İkisində də var da. Bəli. Amma orada çox müəllim birdir elin adını yaz. Hərəsi birini yazdı, bir müəllim ikisini də yazdı. Mən iki yazmışdım ona görə, dedim bəlkə Hə, səhv demişəm. düz yazmısınız.
Demək belə. Sonradan bir neçə müəllimlər də yazdı. Heç amma ilk düz yazanı daha dönüb baxmıram, getdi. Tutma dəstəyi ilə qarışdı. Qarışmasın. Niyə qarışır ki? Xeyir ola. Radara düşdüm hə. Üzü üstə yoxsa belə baş üstə Günel müəllimə. Üzü üstə düşdünüz yoxsa baş üstə? Aha, bu qarlı şaxtalı soyuqlu havada. Demək. Tez kəlləsi üstə deyir düşmüşəm. Hə, heç nə, xeyirli olsun. Deyin görüm tez və dərhal. Deyin görək hardan. Dedik ki, rəndə. Düzdürmü? Sağ əllə arxa dəstəkdən yoxsa ön dəstəkdən? Tez və dərhal. Rəndədən. Sağ əl arxa yoxsa ön dəstəkdən tutulmalıdır. Aha, sağ əl arxa dəstək dönə-dönə demişik. Bəli. Birdən sizə deyir ki. Dedik ki, verstəkin qapağı zədələnməsin deyə pəstahın altına nə qoymaq lazımdır? Nədən istifadə olunur dərək deşik açan zaman? Aha. Deməli, taxta. Bəli, bir taxta qoruyucu, taxta parçası deyə bilərik. Yaxşı olsun. Mismar digər tərəfdən çıxdı. Bunu nə etməliyəm? Mismar digər tərəfdən çıxdısa, sual verən kimi cavab gəlir. Bu necə olur? Artıq öyrəşmişsiniz tez-tez yazmağı deyəsən. Sağa naqda sağın əyib yenidən vururuq. Deyirəm ki, başlıq uzunluq diametrdən ibarətdir. Anlayışlı siz çıxardın. Başlıq uzunluq diametrdən ibarətdir. YouTube-da olan müəllimlərimiz sizlər də yazın. Görürəm orada. Sevinç müəllimə yazır. Sevinç Abdullayeva. Sonra kimdir? Hüseyin Mirzəyev, bilmirəm hansı müəllimdir. Yazırlar, afərin. Aha, başlıq uzunluq diametri mismardır. Yaxşı. Deyirəm ki, başlıq vintvari mil ucuzdan ibarətdir. Anlayışlı siz çıxardın. Tez və dərhal şurup. Şurupun ən geniş yayılan başlıq forması hansıdır? Səthə keçib gizlənə bilir. Tez və dərhal. Afərin. Doğrudur, gizli şurup. Ağ rəngdə qatı mayı halında olan yapışqan hansı növ yapışqandır? Yapışqanın yəni hansı növünə aiddir? Sintetik yazan kimsə afərin. Mən demədim ki, qatı rəngdə olanın adını deyin. Adını dedim. Adını soruşdum sizdən, yox. Adını soruşmadım ki. Sual axıra qədər niyə qulaq asmırsınız? Hə, salam. Radara düşənlər sizlərə də salam. Soruşuram ki, qatı rəngdə ağ mayi halında olan yapışqanların hansı növünə aiddir? Təbii yoxsa sintetik? Tezkən sual ağızdan çıxan kimi yazdılar peyvə. Yazıqlar olsun. Sintetik yazan kimsə bir alqış. Növbəti sual. Radara düşə-düşə gedirik, xeyirli olsun. Növbəti sual. Hardan gəlsin? Müəllim, siz gezdiniz. Xeyir ola ki, mən elə arda-arda deyirəm. Mən heç dayanmadım ki sualda. Aha, deməli, həyəcanlandım. Aha, deməli, əla sualdır, əlbəttə. Bizim bütün suallarımız əladır. Hal-hazırda reklamlar gedir. Tez və dərhal qaydırıq hara? 5-in əvvəlində görək nə var idi. Biraz da oradan sual cavab eləyək, sonra ərazini mədəni surətdə tərk eləyək. Hardan gəlsin sual? Məncə bu qədər bəsdir. Hə, elə bu qədər bəs olar. Radarlı şəkildə ərazini tərk eləyin. Qalın il radarda. Çıxartmırıq sizi. Gələndə çıxaracaq bazar günü. Radarlı sualda qaldıq. Belə müəllimlər, bugünkü dərsimiz bu qədər. İnanıram ki, müəyyən qədər yetərincə təkrarlaya bildik. Təbriz müəllim səsiniz yoxdur. Müəllim elə bildim polis giri var. Qorxdum. Dedim radardı vallahi. Deyəsən həqiqətən də elə düşdü radar. Allah sizi güldürsün Samir müəllim. Belə müəllimlər. İnanıram ki, nələrsə təkrarlamış olduq. Bəli, müəllim. Kitabı təkrarladık beşik. Müəllimə çox sağ olun, müəllimə təşəkkür edirik. Siz də Var sağ olun, olun. həqiqətən. Sağ olun, sağ olun. Sağ olun, müəllimə. Çox sağ olun. Danılmazdı. Çox sağ olun. Müəllim, bu bizi izləyir. Çox sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun, müəllim. Müəllimə, bu da çox gülməli oldu, çox güldük. Sağ olun. Çox güldük, yaxlayacağıq. Çıxın, ərazini tərk edin, bazar günü görüşərik. Sağ olun. Sağ olun. Sağ olun.
Bizi Sağ YouTube'dan olun. izleyen müəllimlər, sizlər də sağ olun, görüşərik. Sağ olun müəllimlər. Sağ Sağ olun. olun. Demək belə. Dərsimizi yaddaşa vuraq buradan. Radar, hə, deməyin də. Hı -hı. Bir dəqiqə. Bunu buradan yaddaşa vuraq. Görək hara getdi. Elə bir Kimimiz Gülər müəllimə mikrofon açıq qalıb. İndi onun səsi idi. Müəllimə, YouTube-dan çıxmısınız, yoxsa hələ YouTube'dan gedir? elə çıxmağa çalışdım. Yəqin ki, dərsdə yaddaşa vurdum, hə? Nəsə burada bir qarışıqlıq aldı. Gedim görüm kayıt yaddaşa vuruldu yoxsa gülməyimizin axı deyəsən pis qurtaracaq. Deyəsən pis qurtaracaq. Aha. Heç Əslində nə. YouTube'dan Bir söz çıxdım. soruşmaq istəyirdim. Prosta istəməzdim də Aha. YouTube bağlı Elə olsa indi onu soruşmaq. yoxlayıram. Görüm YouTube'dan çıxmışam. Bir dəqiqə müəllimlər, Günel müəllimə. Görüm. Çünki dərsimizin kaydı da ekrandan getdi. Görəsən bu axtaram görək hara getdi. Canlı yayım. Neynədirsə polis elədi. Hə, deməyin də. Canlı yayım izləmələrini xatırladın. Biz bunu xatırlatmırıq axı. Müəllimə maşını sürəndə də polis bir də görsən yanından çıxır adam bilmir özünü itirir. Mənim YouTube-da da gedir, orada göstərir. YouTube'da gedirik, hə? Hal-hazırda da. Bu niyə? Hə, vay vay. Burada biraz sistem qarışıb. Canlı yayını durdur. İndi tapdım bu hissəni. Burada qarışdı nəsə. Canlı yayım gedir. Nəvai müəllimə Zoom-dan çıxıb indi gedir YouTube'da yazır bizə. Canlı yayım gedir. İndi dayandırıram. Sağ olun müəllimlər. Burada biraz qarışıqlıq yarandı bu sistem şey olmuşdu səhifə. Hə. Sağ olun. Belə. YouTube'u dayandırdım. Deyin Günel müəllimə. Müəllimə, bu deyir bizə